eşidir səsim inşallah. Hər şey qaydasındadır. Bəli, müəllimə, eşidirik. Deməli, mən burada nə edirəm? Bu test göndərmişdim mən sizə, düzdürmü? Ekranı görə bilirsiniz siz. Bəli, müəllim. Oxunur rahat burada bütün sual oxunur. Axşam mən bir şey görsənir. Aha. Zəhmət olmasa səsləri bağlayaq, hamı səsi bağlasın. Hə, əlavə səs olmasın deyə. Bir də maraqlıdır ümumiyyətlə mənim göndərdiyim bu sınaqda, yəni sınağı özüm tərtib etmişəm. Orada müəllimlər yazır ki, bəziləri bu sualın səhvdir, bu sualı mən tam başa düşmədim və s. və s. Ona görə hələ test dedim ki, hələ burada bunun üzərindən müzakirə eləyək. Ümumiyyətlə test üzərindən çox şey öyrənmək olur. Bəli. Məndə müəllimlərin adı sizin adınız göstərir. Təzədən girim bir də qoşursunuz mən. Bəli, təzədən girib çıxın. Axşamınız xeyir müəllimlər. Məndə də görsənmirik. Axşamınız xeyir müəllimə. Elə məndə də görsənmirik. Qabaqçı kimi görsənir müəllim. Bəli, müəllim. Qabaqçı kimi görsənir. Qabaqçı kimi deyəndə ki, ay müəllimə, indi bu dəqiqə siz ekranda, mənim olduğum ekranda nə görürsünüz? Ekranı görürsünüz? Xeyr, elə müəllimlərin yalnız baş hərfləri qabaqçı kimi. Ayrı heç bir də yazılar yazılır aşağıda. Məndə görsənir müəllimə. Məndə görsənir. Orada yuxarı qayda yazılır da səhv etmirəmsə. Ona toxunan müəllimlər. Onda biz təzədən girək çıxaq. Baxaq. Bax, indi bu səslər hamısı yazılır. İndi istəyirəm ki, əlavə səs olmadan yazaq da sonradan. Deməli, kimdə görünmürsə səs, yenidən girib təzədən çıxıb təzədən girsin. Bir də səslərinizi xahiş edirəm bağlayın. Əlavə səslər gəlməsin burada. Çox xahiş edirəm. Aha. İndi kimin sualı olsa həmin bu testdə, yəni o verə bilər də, yəni hansısa sual qaranlıq qalırsa, o sual verə bilər. Deməli, bunu keçmişik. Axşamınız xeyir. Bu testi hara Telegrama göndərmişsiniz? Yox, mən elə WhatsApp qrupuna göndərmişəm. Bəzi müəllimlərin xəbəri yoxdur ümumiyyətlə. Bəzi müəllimlər də işləyib artıq. İndi onun, belə deyim də, müzakirəsi, onun izahı olacaq indi bu dəqiqə. Kim də görməyibsə, ümumiyyətlə işləməyibsə bu sınağı, burada görəcək, burada işləyəcək. İndi məsələn, kimin indi bu dəqiqə hamı görürsə əgər bunu, kim görmürsə dediyim kimi çıxıb təzədən bir də girsin. Xahiş edirəm səsləri bağlayın. Aha. Kimin nəsə sualı olsa verə bilər. Amma ki, əlavə səslər, yəni qarışıqlı, biri o tərəfdən, biri bu tərəfdən, yəni dərs ümumiyyətlə pozulur. Deməli, bunu keçmişik biz. Yəni bu dərsi keçmişik. Deyir, burada yanlış fikri. Birinci sualın şərtini mütləq şəkildə müəyyən edirik, sonra keçirik variantlara. Yanlış fikri müəyyən edirik. Yəni bu şəkil haqqında yanlış fikir. Yəqin ki, bu şəkili görmüsünüz, bilirik. Bu neçənci sinifdir, kim deyəcək bunu ümumiyyətlə. Bu şəkildə haqqında kim nə deyə bilər? Baxaq görə kimlər bilir. 6-cı sinifdə. 6-cı sinifdə müəllim. 6-cı sinif deyil. 7-ci sinifdə. Əl qaldırın, zəhmət olmasa mən deyəcəm. Hamı bağlasın səsi, xahiş edirəm. İndi həmin o şəkili gördünüz, şəkili kimlər bilirsin, səsləri bağlayın, zəhmət olmasa. Mən deyəcəm ki, kim məlumat versin buradakılardan. Xahiş edirəm, səsləri bağlayın. Deməli, burada cavab versin, Ləman müəllimə cavab versin, həmin bu şəkillə bağlı. Bəli, müəllimə, bu dəzgah heykəltaraşlığıdır. Təbii ölçüsünə uyğun yaradılır. Baş, bədən, qrup, büst kimi müxtəlif növ heykəltaraşlıq kompozisiyalarındadır. Bir də bu memarlıq və təbiətlə sıx əlaqədə inkişaf etmiş heykəltaraşlıq sahəsi deyil. Deyil. Bəli, deməli burada cavab olacaq. Memarlıq və təbiətlə sıx əlaqəli inkişaf etmiş heykəltaraşlıq sahəsi bəs hansıdır? Bu hansı? Məsələn, D variantına bu monumental heykəltaraşlığa aiddir. Monumental dekorativ heykəltaraşlığa aiddir.
Bəli. Düzdürmü? Bəli. Deməli bu variant Bəli, bəli. burada C variantımız olacaq. Növbətiyə gəlirik. Bəli. Bunu indi keçməmişik. İndi inşallah ki, növbəti dərslərdə artıq keçəcəyik də. Yəni bunu deməli Tahir Salahovun hansı əsərləri Azərbaycan sənnaməsi memarlığımızın qədim dövrlərindən bu günə qədər olan tarixidir. Bax bu belə bir Müəllimə, biz dərsdə bunu keçirik. Mən özü keçmişəm. 9-cu sinifdə keçilib bu dərs. Əla. Aha, təşəkkürlər müəllimə, çox sağ olun. Siz sonra bununla bağlı kim məlumat vermək istəyirsə əl qaldırsın. Tərlan müəllimə cavab versin. Deməli. Müəllimə, bu Tahir Salahovun üçlü silsiləli əsəridir. Azərbaycanın keçmişi ilə gələcəyini əlaqələndirən. Burada gözüm yaxşı görünür, mənim çox balacadır. Müəlliməninki olmasın, biz onu keçmişik yəni. Bəli. Trixanə adlanır. Aha. Silsilə əsəridir Tahir Salahovun. Bəli, 6 Azərbaycanın metrlik daxildir. Ümumiyyətlə soruşuram, yəni 6 metrlik. Bəli, 6 metrlik. Hansı əsərlər daxildir? Bəli, bəli. Hansı əsərlər B daxildir? variantı. Bəli. Bura hansı əsərlər daxildir? Tahir Salahovun hansı əsərləri daxildir? Orada Tahir Salahovun deyəsən neftə aid, vallahi dəqiq yadımda qalmayıb. Neftə aid çəkdiyi Bəli, indi əsəri onu var idi. keçməmişik deyə çox getmək istəmirəm. Neft mövzusunda Bəli. əsərləri var idi. Aha, inşallah. Yəni mən onların hamısını bir-bir, yəni növbəti inşallah ki, proqramı bitirəndən sonra növbəti dərslərdə, test müzakirələrində hər bir variantın nəyə aid falan olduğunu soruşacağam da, elə olanda. Deməli burada 62-ci ildə Venesiyasında böyük marağa səbəb olan əsərləri də soruşacağam. Daha sonra diplom işi əsərində soruşacağam. Yəqin bunları bilirsiniz. İndi hələ ki keçməmişik deyə çox dərinə getmirəm. Təşəkkürlər müəllimə. Burada deməli B variantı olacaq. Gəlirik bura. Bu təzə keçdiyimiz dərslərdəndir. Bağlayırıq səsli zəhmət olmasa. Deməli bunun burada nə olacaq cavab yəqin ki bilirsiniz. Sürrealist üslubda kompozisiyalar, təbiət və heyvan obrazları, insan və stilizə edilmiş heyvan fiqurları, qadın təsvirlərindən ibarət kompozisiyalar. Burada məsələn Ləman müəllimə, sonra Yeganə müəllimə cavab versin. Bəli, müəllimə, mən bunu düz yazmışdım. Bundan əvvəlki səhv yazmışdım, amma burada yazmışam. Stilizə edilmiş heyvan fiqurları yazmışam. Hansı? İnsan və stilizə edilmiş heyvan fiqurları. Bunu C variantı. Yox. Bir A-nın. İnsan və A-nın. Təbiət və heyvan obrazları. Heyvan fiqurlarını yazmışam. Mehdi O da qardaşlar. dəvə quşu və dəvə quşu yumurtası idi. Bəli. Deməli gəlirik bu sual 7-ci siniflə 5-ci sinifin, hətta deyərdim lap 1-ci sinifin, 2-ci sinifin sintezidir. Yəni qarışığıdır. Yəni siz bu sualı cavablandırmaq üçün həm 7-ci sinifi bilməlisiniz, həm də 5-ci sinifi, eyni zamanda 1-ci sinifdən də. Deyir ki, Qarabağa aid olanları seçin. Burada Qarabağa aid olanlar həm geyimlər, həm də xalçalar var. Deməli burada cavab hansı olacaq? Ümumiyyətlə soruşuram məsələn. Birinci şəkil burada ümumiyyətlə kim, belə verim sualı, kim birinci, ikinci, üçüncü şəklin 4, 5, 6-cı, 7-ci şəkillərin hansılar olduğunu deyər burada və düzgün cavabı da seçər. Baxaq görək kimlər əl qaldırıb. Sadəcə əl qaldırın. Başqa xahiş edirəm əl qaldırın. Mən özüm seçəcəm kimlər cavab verməlidir. Səs-küy olmasın. Xahiş edirəm. Deməli burada kimlər var? Fatimə müəllimə cavab versin inşallah. Fatimə müəllimə. Bilirəm hamı müəllimlər Axşamınız xeyir müəllimə. Seçəcəm mən. Bəli. Müəllimə ekran göstərin çəkdim deyim də sizə. Bəli. Zəhmət olmasa. Orada var idi. Bu Qazaxdır birinci. Əla. 1, 5 olan Qazaxdır. İkinci olan Qarabağdır. 2, 4, 6 Qarabağdır. Üçüncü olan da Gəncədir. Gəncədə 3, 7. İndi burada Qarabağ olanları soruşur. 3, 7. 2, 4, 6. Bir dəqiqə, Gəncə hansıdır dediniz? Gəncə 3 ilə sonra 7 dedim. Yox. 7 haradır? 7 dedim müəllimə. 7 haradır? 2, 4. 7 Qubadır müəllimə. Qubadır. Hə, Pirəbədildir. Düz Yox, deyirsən. deməli
Qazax burada 5-dir, 1 ilə 5. Burada Qarabağa aid 1 ilə olan 5 Qazaxdır müəllimə. Bəli. Qarabağ 2 4 6-dır. 3 Gəncədir də geyim. 2, Gəncəyə aiddir. Qarabağ 4. 2 deyirəm. Bəli, 4, bir də 6. 2, 4, 6 Qarabağdır. Deməli burada 2, 4, 6. Bəli, 2 4 6 Qarabağ. Bəli. Yenə də növbəti suala gəlirik. Təşəkkürlər müəllimə. Deməli bunu keçməmişik. Yenə də kim bu haqqında məlumatı varsa deyə bilər. Hamı səsi bağlayıb əl qaldırsın sadəcə bundan bağlı. Görək kimin əli var. Kimlər əl qaldırıb. Burada Leyla müəllimə cavab versin. Leyla müəllimə. Deməli hanı Leyla müəllimə? Bəli, müəllimə, buradayım. Müəllimə, burada Zəhmət olsun testi vardı. Orada Abşeron idi əsasən. Yəni 9-cu sinifdə biz o şeylər dərslər keçmişik deyə. Orada 9-a ən çox da Abşeronda müəllimə. Yəni ki, o demək olar ki, məsələn, Abşeron, yəni çəkdiyi mənzərələrdə nə varsa, necə görürsə elə də çəkirdi. Yəni fərqli bir şey eləmirdi. Yəni dərs deyəndə yadımdan qalıbdı oradan. Bəli, deməli. Yəni ən çox Abşeron haqqında. Eyni zamanda digər variantlar da elə ona aid olur. Yəni onun Sovet incəsənət öz mənzərələrə daxil olmasına daxil olub və öz əvvəlki dünya durumuna tapınaraq mütərəqqi o yaradıcılığın ikinci mərhələsini təmin edir bu və 10 illik öz abstrakt əsərlərdə incəsənətin. Bunlar hamısı ona aiddir. Amma mən ən çox kitabda yəni yazılmışdı ki, onu yəni elə yadımdadır ki, o Abşeron haqqında olan rəsmləri böyük ölçüdə çəkmişdi. Bəli, deməlidir, onun əsərlərinin ölçüsünün böyük olmasının nəticəsi Abşeronun çoxcəhətli, yəni o obrazlı panoramını yaratmağa səy göstərməsi nəticəsidir ki, o böyükdür əsərlərinin ölçüsü. Bəli, təşəkkürlər müəllimə. Deməli, orta əsrlərdə və sonraki dövrlərdə baş geyimləri ilk növbədə bu 7-ci sinifə aiddir. Baxaq görək bunu kim cavablandıracaq. Başlayaq. Həmin sualın cavabını kim verəcək? Səadət müəllimə cavab versin. Axşamınız xeyir müəllimə. İndi görsəndi məndə sual. Orta əsrlərdə və sonraki dövrlərdə baş geyimlərinin ilk növbədə insanların fərdi qeydlərin ifadəsi bəzək əşyası var dövlətin təcəssümü hesab olunurdu. Burada bəzək əşyası var dövlətin təcəssümü hesab olunurdu. Bəli, bəs sadəcə praktiki əhəmiyyət daşıyırdı hansı dövrdə baş geyimləri? Praktiki əhəmiyyət daşıyır. Bu hansı dövrə aid olacaq? Sadəcə bəli, praktik əhəmiyyət daşıyan antik idi deyəsən. Bəli, antik idi, antik dövrdə idi. Deməli, burada doğru variantımız B variantı olacaq ki, bəzək əşyası və var dövlətin təcəssümü hesab olunurdu. Təşəkkürlər müəllimə. Deməli, gəlirik bura. Yanlış fikir. Yanlış fikir hansıdır? Biz uyğun gəlməyən, yəni yanlış olan fikri tapacağıq. Burada bir dənə diqqət eləyin, sonra əl qaldırın və mən deyəcəm ki, kimlər seçilməlidir. Ümumiyyətlə, burada Donmik Enger öz kompozisiyasına daha çox naturadan canlı müşahidəni, dini hissləri gətirir. Ejen Delacroix'ın əsərlərinin bir qədər çox uzaqdan seyr etmək lazımdır. Yaxından onlar səliqəsiz və kobud görünür. Henri Matisse rənglərlə daha çox maraqlanır və rəng problemini irəli sürdü və onu elmi cəhətdən əsaslandırdı. David İnqilab dövrünün nəhəng rəssamı hesab edilir. Bunun kim bizə izah eləyəcək? Hansı düzdür, hansı səhvdir? Burada deməli, ən azından bir dəfə çağıracam da bir də. Gülnarə müəllimə zəhmət olmasa cavab versin. Gülnarə müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Müəllimə, burada yanlış variant məncə C variantıdır. Henri Matisse rənglərlə daha çox maraqlanır və rəng problemini irəli sürdü və onu elmi cəhətdən əsaslandırdı. Burada məncə o səhvdir. Niyə? Bu kimə aiddir ki? Bəs bu rənglərlə daha çox maraqlanır və rəng problemini irəli sürən, onu elmi cəhətdən əsaslandıran rəssam kim idi? Müəllim, o Ejen Delacroix idi da müəllimə rənglərlə. Bəli, Ejen Delacroix idi bu, Henri Matisse aid deyil. Bəli, deməli bu yanlış variant C variantı. Yaxşı, gəlirik antik geyim üslubuna aid olanı seçirik. Antik geyim üslubuna aid olan. Bunu da baxırsınız. Deməli A variantın çox sayılı qırçın və atlas. B. Şaquli qırçınlar, antik irsin daşıyıcısı C. D. Şaquli xətlərin və iti bucaqların çoxluğu hamısında bir-bir hansı varianta aid olduğunu da deyəcəksiniz.
Kim deyəcək bunu? Zəhmət olmasa burada görək hansı müəllimdir. Zəkiyə müəllimə cavab versin. Zəkiyə müəllimə cavab versin buna. Axşamınız xeyir. Axşamınız xeyir. Düzgün cavab B bəndidir. A bəndi Rokoko dövrünə aiddir. Sonra C bəndi roman dövrünə, D bəndi də gotik. Əla, təşəkkürlər müəllimə. Çox sağ olun, doğru cavabdır. Keçirik. Deməli, müəllim şagirdlərə naturadan naturmod çəkməyi və çəkilərin naturmodunu düzgün şəkildə ştrixləməklə kölgə işıq verməsini tapşırır. Yəni, bunu keçmişik 3-cü sinifin sualıdır. Şagirdlər ştrixləməni yerinə yetirmək üçün nəyi tətbiq etməlidirlər? Bu, hətta Artinin də verdiyi suallara da oxşayır. Situasiya həm də burada adi bir şeydir, yəni 3-cü sinifin suallarından biridir. Baxaq görək, burada A variantı ən tüpdən ən açığa qədər olan ton keçid tətbiq etməlidirlər. Ştrixlərin üst-üstə bir neçə çəkməlidirlər. Ştrixləri sırayla və çarpaz çəkməlidirlər. Əşyadan digər səthin üzərinə düşən kölgəni göstərməlidirlər. Burada hansı variant olacaq? Müəllimlər izah etsin. Baxaq görək buradakı Ramidə müəllimə cavab versin. Ramidə müəllimə. Bəli, müəllimə. Bəli. Ekrana baxın. Burada deməli ştrixləmə varsa, deməli sırayla və çarpaz şəkildə çəkilməlidir. Ən tüpdən ən açığa qədər olan ton keçidi yaymadır. Ştrixlər üst-üstə bir neçə çəkilməzsə, bu da tona çevirmədir. Tona çevirmədir. Əşyadan digər səthin üzərinə düşən kölgəni göstərməlidir. O da refleks. Yoxsa düşən. Deməli, düzgün şəkildə düşən ştrixləməklə işıq kölgə verməsini tətbiq etmək. Deməli, burada olacaq ştrixlərin sırayla çarpaz çəkilməsi. Bəli, bu da əşyadan digər səthin üzərinə düşən kölgə göstərməsi nəyə aid olacaq? O deməli, refleks. Düşən kölgədir o müəllimə, refleksi. Düşən kölgə. Əşyadan digər səthin üzərinə düşən kölgə adı üstündə olacaq hələ düşən kölgə. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, 5-ci sinif sualıdır. Cecin və Palaz xolsuz xalçasının oxşar cəhəti soruşur bizdən. İkiyüzlüdür, sadə enli və ensizdir. Hər ikisi geyim kimi istifadə olunur və hər ikisinin kompozisiyası bitki motivli nəbati naxış elementlərdən ibarətdir. Baxaq görək bunu müəllim, hansı müəllim burada müəllimlər bilir. Ləman müəllimə desin, çox müəllim bilir əslində. Bəli, müəllimə. Sualları tapa bilmirəm. Görürsünüz ekran gedir. İndi görürsünüz. Müəllimə axtarı gəlir. Müəllimə, hər ikisi geyim kimi istifadə olunur. Kim cavab verdi? Heç kim yerinə cavab verdi. Ləman müəllimə. Ləman müəllimə. Bəli, təşəkkürlər müəllimə. Hər iki deməli istifadə olunur. İkiyüzlü olan xalça hansı oldu müəllimə? Bəs. İkiyüzlü olan xalça oldu kilim. Kilim oldu. Bəs ikisi də sadə enli və ensiz. Bu hansıdır? Hansına aiddir? Enli və ensiz. Hansına aid olacaq? Bu enli və ensiz enli və ensiz. Səs gəlmir müəllimə. Palaza aiddir müəllimə. Bu palaza aiddir. Hər ikisinin kompozisiyası bitki motivli nəbati naxış elementlərindən ibarət. Ümumiyyətlə bitki motivli xalçalar hansıları idi? Hansında idi məsələn bitki motivi, bitki heyvan, bitki və məişət hansında idi? Müəllimə pirəbid əbədili idi. Sonra Şilyan idi. Bir də bitki motivli 3 dənə idi. Biri deməli oldu Quba, yəni pirəbədi. Daha sonra oldu Təbriz xalçası biri müəllimə. Biri bitki və məişət, bəli, Təbriz xalçası. Sonra biri də oldu biri də sumaq oldu müəllimə, sumaq. Sumaq, bitki yadımdan çıxdı, bəli, sumaqdır. Yəni bunu mütləq şəkildə yadda saxlayın, hətta bu 25-ci ilin milk sualıdır. Yaxşı müəllimə. Təşəkkürlər müəllimə, çox sağ olun. Sağ olun. Növbəti suala gəlirik. Növbəti sualımız bu hər kəsin yaralı yeri. Baxın, bu sualda çox müəllim səhv eləyir.
Burada ikinci sinifdə ya da birinci sinif olmalıdır. Ya birdir ya da ikinci sinifdə olur. Ümumiyyətlə belə suallar deməli düşmüşdü. 24-cü ilin MİQ-nə düşmüşdü, 23-ü düşmüşdü. Hansı ki sənətkar məsləhəti yazılan yerdə 24-23-cü illərdə çox sual düşmüşdü MİQ-də belə. İndi bu qədər uzun düşməsə də 4 dənə, 5 dənəsi olan düşmüşdü. Məsələn, sual düşmüşdü ki, plastirindən ardıcılığı necə düzəldirlər, insan ardıcılığı, nə bilim, gül çəkərkən hansı natr modun ardıcılığın falan, hansı ki bunlar hamısı kitabda verilmişdi. Ona görə mən də bunlardan qoydum ki, en azından yəni bunlarda öyrənmək olsun, öyrənsinlər də müəllimlər. Deməli burada kim deyəcək ki, ardıcıllıq nədir? Deməli birinci nə edirik, sonra nə edirik, görək kim bunu izah edəcək, baxaq görək müəllimlərdən əl qaldıran, ürəkli. Baxaq. Deməli, burada Çiçək müəllimə söz istəyir. Hamı narahat olmasın, yəni hamıya en azı bir dənə söz veriləcək. Çiçək müəllimə cavab versin. Salam, axşamınız xeyir. Axşamınız xeyir müəllim. Deməli, burada cavabı deməli, bu cavab B variantdır, amma ardıcıllıq belə də birinci formatlı kağız götürürük. Sonra kvadrat vərəqi 2 hissəyə qaytarıb qatlayırıq. Ondan sonra demək kvadrat vərəqin qarşı-qarşıya olan iki ucları bir yerə birləşdiririk. Belə gedir. Bəli. Ondan sonra deməli əvvəlcə hər iki hissəni, sonra isə başqa ucları əksinə qatlayırıq. Belə bir forma. Sonra çevrəni və orta hissələrini qatlayırıq. Çevrə şəklində o kəpənəkli nəsə düzəldəndə də nəsə bir şey. Bəli. Sonra da yuxarı hissələrini iki yerə təzədən bir də qatlayırıq. O uc hissələrini. Ondan sonra deməli dimdik və uc hissələri qabağa doğru əyirik, uc hissələrini. Sonra dimdik və quyruq hissələrini qatlayırıq. Sonda da bəzək vururuq, gözləri falan çəkirik. Sonda da quşa formasına bəzək vururuq belə. Bəli, bilirəm, yəni bu hətta sizə qatıram ki, biraz çətindir ardıcıllıq, amma inanın mənə bu sual düşsə belə, belə deyim də, bu qədər yaxın variantlar olmayacaq. Prosta mən lap dərinliyə getmişəm, lap yaxın variantları qoymuşam. Amma çox bu dərəcədə variantlar qoyacaqlarını zənn etmirəm. Yəni elə məncə seçmək olacaq. Yəni biraz məlumatı olan bu konuda, məlumatı olan məncə cavabı tapa biləcək. Məsələn, burada 2 hissələr var, onlar yaxınlardır da bir-birinə. Hamısı da 2 onlar yaxınlaşdırırsan, uyğunlaşdırırsan. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, gəlirik bura. Deməli, burada əsər təhlili var. Əsər təhlili. Əsər təhlilini kim eləyəcək bizim üçün? Burada, deməli, əsərin təhlili haqqında verilənlərdən hansı doğrudur? Deməli, burada bir dənə variantdır ki, əsərin təhlili haqqında doğru variantdır. Əsərlərin bütün variantlarını təhlil edərək bunu kim izah eləyəcək bizə? Baxaq görək, hansı müəllim izah eləmək istəyir. Ən azı mən müəllimləri bir dəfədə... Burada Aysel müəllimə cavab versin, söz istəyir. Bəli müəllimə, mən bayaqki testlərimi qaldırmışdım, elə qalıb, amma bir dənə baxım testlər deyəcəm. Əsərin təhlil haqqında verilənlərdən doğru olan, əsərdə rəngin emosional qavraması zaman dinamik və həyəcan hiss olunur, yox bu deyil. Əsərdə isti və soyuq rənglərin mantrasını görmək mümkündür, bu da deyil. Məncə elə C variantıdır müəllimə. Əsərdə mavi tonlarla qəhvəyi tonlar vəhdət təşkil edir. Əsərin müəllifi bəli, Böyüyağa Mirzəzadədir, bu da düzdür və impressionist ənənələrə sadiq qalaraq kontrast. Məncə C-dir burada. Müəllimə, əsərin müəllifi Böyüyağa Mirzəzadədir. Yox, müəllimə, orada eyni əsər elə buna oxşayan mavi geyimli əsər var idi. Mən onunla qarşı saldım bu əsəri. Üzr istəyirəm. Aha, davam eləyək. Baxın, siz tələsirsiniz. İndi bəllidir ki, siz test işləyəndə tələsirsiniz. Çox. Bütün variantları oxumaq lazımdır. Yox, orada Böyüyağa Mirzəzadəndə mavi geyimli əsər var. Zaten mən o səbəbdən onu ora qoymuşam ki, müəllimlər... Bu məncə, müəllimə, bu əsər kimin idi? Deyəsən, bu Claude... Yox, Edgar Degas. Edgar Degas. Çox xahiş edirəm, digər müəllimlər səsi bağlasınlar, xahiş edirəm. Sonra, deməli, bunun əsərin
Doğru variant Müəllimə hansıdır? D variantı. D variantıdır. Deyir ki, əsərdə daha çox soyuq rənglər üstünlük təşkil verib, yəni üstünlük təşkil edir. Eyni zamanda qəhvəyi tonlar da görmək mümkündür. Əsər pastel texnikası ilə Bəli, yazılıb. D-dir. Deməli, D variantı doğrudur. Bu niyə doğru deyil? Yəni, burada oxuyuruq, bəli. Baxın, fikir verdim ki, testi bu cür edirsiniz. Mavi tonlarda qəhvəyi tonlar düzdür, vəhdət təşkil edir. Əsərdə Ora qədər düz gəldi. Bir dənə Böyüyağa Mirzəzadə ilə Edgar Deqanı səhv saldım. Ona Bəli. görə elə bildim. İmpressionist sənətlərə sadiq qalaraq kontrast yaxmalardan istifadə edib. Bu səhvdir, eyni zamanda Böyüyağa Mirzəzadə də səhvdir burada və isti soyuq rənglərin kontrastını görmək mümkündür. Bəli, isti soyuq rənglərin kontrastı var burada. Amma akvarel texnikasına 4 rəqqasə təsvir edilib, səhvdir. Akvarel texnikası deyil. Burada pasteldən istifadə edilir. Bu əsər niyə düz deyil? Çünki deyir ki, əsərdə rəngin emosional qavranması zamanı dinamik və həyəcan hiss olunur və pastel texnikasına istifadə edilib. Düzdür, pastel texnikasına Mən heç bu testi eləməmişdim. İndi gördüm, yəni Bəli. bilmirdim. Bunları Çox müəllim etməyib testi, ümumiyyətlə indi görür. Deməli deyir ki, əgər əsərin rəngin emosional qavranması, ümumiyyətlə mavi rəngin emosional qavranması necə idi? Bir də yada salaq 6-cı sinif. Mavi rəngin emosional qavranması Aysel müəllimə. Müəllimə mavi rəngi sərin, geniş, dərin. Yox, o göy rəngin idi. O göydür. Mavi rəngi bir dəqiqə müəllimə. Müəllimə mənəvi yox, o şeydir. Müəllimə nəsə heç nə edirsən, cavab verə bilməyəcəm mən bunlara. Aha, emosional qavranması mavi rəngin. Burada müəllimlər Tərlan müəllimə desin. Mavi rəngin. Müəllimə, əmin amanlıq, sakitlik, harmoniya. Bəli, demək, əmin amanlıq, sakitlik, harmoniya yarar. Amma burada dinamik, həyəcan hansıdır bu dinamik həyəcan? Dinamik. Bu qırmızı rəngində dinamik həyəcan. Yəni bu ona görə uyğun gəlmir ümumiyyətlə. Ona görə doğru variantımız bizim D variantıdır. Yəni hər bir sualı təhlil edərək yavaş-yavaş səbirlə işləmək lazım ki, bizim səhvimiz çıxmasın. Deməli, gəldik 13-cü. Portret janrının və onun tərkibinə daxil olan janrlardan biri avtoportretin çox sürətlə inkişaf etdiyi dirsəliyi dövr hansıdır? Kim cavab verəcək? Cavab versin. Zəkiyə müəllimə cavab vermişdi. Zəkiyə müəllimə cavab. İntibah dövrü. İntibah dövrü. Bəli, burada intibah dövrüdür. Gəlirik növbətiyə. Bir dəqiqə. Hara getdi bu? Hə. Deməli, kino kompozisiya sənətini nə təşkil edir? Bu 9-cu sinifin sonlarındadır. İnşallah onu da keçəcəyik. Burada bir cümlədir. İndi bunu kimin məlumatı varsa deyə bilər. Kimin məlumatı varsa. Yoxdursa da mən deyim. Kimin məlumatı var? Baxaq görək burada hansı müəllimlər əl qaldırıb. Sevinç Qasımova müəllimə cavab versin. Müəllimə, ekranda göstərə bilərsən? Bəli. Müəllimə, burada mən bunu götürmüşdüm. A variantı götürmüşdüm mən bunu. Şəkillər vasitəsilə montaj edərək kinoda real görüntü yaratmaq. Yox. Kino kompozisiya sənətini nə təşkil edir? Yox, bu deyil cavab müəllimə. Müəllim, olar mən deyim. Aha, Məlahət müəllimə, buyurun. Bir dənə ekranı göstərin, onsuz gözüm zəif görür. Deməli, burada şəkillər vasitəsilə deyil, kinoda eskiz və tertiyojların hazırlaması ilə əlaqədardır. Əvvəlcədən tertiyojlar hazırlanır, eskiz hazırlanır, sonra olaraq kinoya çəkilir. Bəli. Burada deməli eskiz falan hazırlanır. Amma burada tamamilə başqa bir şey soruşur. Deyir ki, kino kompozisiya sənətini nə təşkil edir? Kino kompozisiya. O ümumiyyətlə kinoya birinci başlayır. Mən deyim. Burada bir dənə cümlədir orada. Orada yazılıb. Kitabda bir dənə cümlə yazılıb bununla bağlı. Leyla müəllimə. Müəllimə olar deyim. Buyurun. Müəllimə orada əsasən kameralar açır. Müəllimə orada əslində məntiq olaraq da belə şey fikirləşmək olur. Kino nədir? Təsvirdir. Danışırlar, bir də mahnı var. Yəni belə məntiq olar mən yadımda saxlamışım. Uşaqlara da izah edirəm. Necə zəhmət? Yəni 9-cu sinif uşaqlarından belə saxlamışım. Səsləri bağlayın. Hamı danışır. Mənim xoşum gəlmir belə şeydən. Çox xahiş edirəm sizdən. Çox xahiş edirəm. Səsləri bağlayın. Qarşılıq olmasın. Onsuz da arxa fonda səs çoxdur. Burada da o birilərin səsi. Aha, buyurun müəllimə. Hansı cavabdır burada?
Müəllimə, burada axırıncı deyibən, yəni uşaqlara da düz deyirsə, kitabda yəni bir damcı olan bir cümlədir, onu uşaqlara da elə izah edirlər. Kinoda ən sadəsi nə olacaq? Adi kinona baxırıq, təsvirə baxırıq. Bir danışır orada indi hər hansı, bir də mahnı olacaq. Uşaqlar yəni sadə, biz 9 siniflər biraz şeydilər, yəni onlar sadə dildə başa salırlar. Deməli, kino kompozisiya deyəndə ümumi bir dənə kinonun birləşməsi, bir dənə kino yaradırıq. Və kinoda da nə edirlər? Bir dənə təsvir var, yəni görüntü, nitq və musiqinin vahid bir obrazla birləşməsi olur, kino kompozisiya sənətini təşkil edir. İndi məsəl üçün soruşsa ki, ümumiyyətlə birinci nədən başlanır kino falan? Müəllimin dediyi kimi orada başlamaq. Amma burada ümumi sənəti nə təşkil edir deyəndə burada D variantını nəzərdə tutacaq. Bəli. Təşəkkürlər müəllimə. Deməli, Leonardo da Vinci haqqında verilənlərdən hansı doğrudur deyir. Bunu kimlər, hansı variantın hansı rəssama aid olduğunu da bir-bir izah eləyərək bizə görüm kim, hansı müəllim izah verəcək. Elə müəllim seçməliyəm ki, hələ ona söz verməmiş olum. Görüm kimdir bu. Pərvanə müəllimə cavab versin. Burada əl qaldırır Pərvanə müəllimə. Müəllimə, ekranı böyüdüm bir dəqiqə. Deməli, hərbi mühəndis, hidrotexnik, saray şənliklərinin təşkilatçısı vəzifəsini icra edirdi. Səhv eləmirəmsə bu Leonardo da Vinci'dir. Sonra İtaliya intibahının digər olan sənətkarları kimi o həm memarlıqla məşğul olurdu, həm də arxeoloji qazıntılar apardı. Bu Rafael Santi idi. Bəli. Sonra gəlir rəssam, memar, şair, İtalyan Caprese aristokrat ailəsində dünyaya gəlmişdir. Rəssam, memar və şair. Bu qalsın deyəcəm. Boz gümüşü tonların vəhdəti, zəngin reflekslər və işıq kölgə. Bu isə naturmort janrının yaratıcısı kim idi? Kim idi? Səhv eləmirəm. Deyəcəm, yadıma salım. Variant isə yadıma düşər. Variant deyin, yadıma düşsün. Variantları bir-bir adlarını deyim müəllim. Chardin, Jean-Baptiste Chardin olacaq. Bəli, elə o idi. C variantındakı rəssam kim idi? Rəssam, memar və şair İtalyan Caprese şəhərində aristokrat ailəsində olmuşdur. Aristokrat ailəsində bu Michelangelo deyildi. Rembrandt. Rembrandt. Michelangelo. Yox, hələ bu Michelangelo'dur. Onu dedim. Bəli, odur müəllim. Deməli, A variantı bu Leonardo da Vinci'dir. Bəli. B variantı Rafael. C Rafael Santi. Bu da deməli Jean-Baptiste 6-cı sinifdə Jean-Baptiste Chardin. Təşəkkürlər. Adını yadıma salamadım, amma kim olduğunu bildim. Sağ olun. Təşəkkürlər müəllimə. Buyurun. Deməli, gəlirik 6-cı sinif mövzusu yenə də. Burada da məscid haqqında verilənlərdən hansı doğrudur? Baxaq, bu 6-cı sinifdir. Bir də belə yaxınlaşdım, yəqin hamı görür. Məscid haqqında verilənlərdən hansı doğrudur? Bu məscid günbəzi öz diametrinin böyüklüyü ilə İstanbul məscidinin arasında seçilir, məscidlər arasında seçilir. Memar Sinan Ayasofya məscidinin quruluş prinsiplərini, elementlərini əsas götürərək bu məscidi yaradır və bunun adı Səlimiyyə məscididir. Şərq memarlığı incisi sayılan bu, Türkiyənin İstanbul şəhərində 7 təpənin birinin üzərində inşa edilib. Bunları kim izah edər bizə? Baxaq görək hansı müəllim əl qaldırıb. Kimlər izah etmək istəyir? Elə müəllim seçməliyəm ki, başqa ona hələ ki söz vermiş olmayım. Bir dəqiqə. Bu kim olacaq? Bu kim olacaq? Aysel Qarayeva müəllimə. Hamı, kimlər hər birinə ən azından bir dənə sual verir. Mən bir dəqiqə şəklə baxam. Bəli, buyurun. Mənim birinci deməli A bəndində yazılıb ki, bu məscidin günbəzi öz diametrinin böyüklüyü ilə İstanbul məscidləri arasında seçilir. Bu Süleymaniyyə məscididir. Yəni A bəndi. B bəndində Mimar Sinan Ayasofya məbədinin quruluş prinsiplərini, elementlərini əsas götürərək bu məscidi yaradır. Bu da Süleymaniyyə məscididir. Sonra C bəndində yazılıb ki, məscidin adı Səlimiyyə məscididir.
Deyə baxım, şərq memarlığın incisi sayılan bu məscid Türkiyənin İstanbul şəhəri 7 təpə. Mən burada şeydir, Debəndidə deməli Süleymaniyə məscididir. Burada deyir ki, hansı doğrudur? C bəndi doğrudur. Məscidin adı Səlimiyyə məscididir. Çünki A, B, bir də Debəndi aiddir deməli Süleymaniyə məscidinə. Bəli, əla. Təşəkkürlər müəlliməm. Çox sağ olun. Deməli doğru variantımız C variantı. Deməli bu da gəlir bu sual. Burada nədən söhbət gedir bir dəqiqə. Ay Allah, necə tarazlayım bunu? Hə. Deməli təsviri burada Misir ehramları, Babil qülləsi, Zikurat və Kolizeydən söhbət gedir. Bunları uyğunlaşdırmaq lazımdır. O dövrdə qladiator döyüşləri və heyvanların təlimi və teatr tamaşaları burada keçirilirdi. Dünyanın 7 möcüzəsindən biri sayılır və konusvarı görünüşə malik 7 çıxıntıdan ibarət idi. Memarlıq görünüşü bağçalarla əhatə olunan teraslar tamamlayırdı və bu baxaq görək nə ilə nəyi uyğunlaşdırmaq lazımdır. Kim cavab verəcək, kim izah verəcək buna. Deməli, hansı müəllimdə əl qaldıranlar arasından seçəcəm inşallah. Rəna müəllimə söz istəyir. Rəna müəllimə. Deməli, Babil qülləsi dünyanın 7 möcüzəsindən biridir. Zikurat məbədi, oxuya bilsəm, Kolizey oxuduqlarımı deyirəm, müəllimə, ona görə zəif oxuyuram. Məsələn, baxın, belə deyək də, məsələn, bir Misir ehramlarıdır. Burada hansı ona uyğun gəlir? Misir ehramlarını. Hansına uyğun gəlir? Konusvarı görünüşə malikdir. Yox, bu gör memarlıq görünüşünün baxışlarda həyat olan terraslar tamamlayır. O terraslar Babil qülləsidir. Dünyanın 7 möcüzəsi də Babil qülləsidir axı. Misir ehramları 7 möcüzədən biridir. Gladiator döyüşləri də Kolizeydə keçirilirdi. Deməli 1B, deməli Misir ehramların B dediniz. 1B. Sonra 2. 2 Babil qülləsi 7 möcüzədən biri Babil qülləsidir. Konusvarı görünüşə malikdir Babil qülləsi eyni zamanda. Deməli 1 oldu B, 2 oldu C. Deməli 1 ilə B, D. Sonra 3 müəllim hansıdır? 3 Zikurat məbəddir. Konusvarı görünüşə malikdir. Memarlıq görünüşünün baxışlarda. Memarlıq görünüşündə baxışlarda əhatə olunan terraslar bu Babil qülləsində də var idi axı. Yox, müəllimə. Onda Zikurat məbədidir. Deməli burada yaxşı oxuya bilmirəm deyə bir çətinlik çəkirəm müəllimə mən bunu. Deməli bu 6-cı sinifdir. 6-cı sinifdə Misir ehramları, Babil qülləsi, Zikurat və Kolizey. Kolizey döyüş keçirilən bəli, bu dövrdə qladiator döyüşləri və vəhşi heyvanların təlimi, teatr tamaşaları burada keçirilirdi. Bəli, eyni zamanda konusvarı Babil qülləsidir. Bəli, 7 möcüzədən biri sayılan Misir ehramlarıdır və Zikuratlar da memarlıq görünüşü tamamlayan bağçalar da əhatə olunan terraslardan ibarət. 2 dənə terras var idi Zikuratda. Səhv eləmirəmsə. Bəli, deməli burada bizim variantımız B variantı oldu. Və müəllimlərin çoxu, hətta belə deyərdim, müəllimlərin çoxu bu uyğunlaşdırmalarda hətta bilsələr belə səhv eləyirlər. Niyə? Çünki, necə deyim, səhvlər niyə olur? Tələskənlikdən və yaxud da nə bilim, müəllimə, bir dənə mən bir şey söyləyim. Misir ehramlarda, Babil qülləsi deyirlər ki, 7 möcüzədən biridir kitablarda. Dünyanın 7 möcüzəsindən biri sayılır. Bu hələ açırsınız, belə deyim, 6-cı sinif kitabını. 6-cı sinifdə Misir ehramları barədə yazılıb. Möcüzəsindən biri sayılır. Yəni, vaxtımız indi getməsin, onu mən sizə sonra göndərərəm inşallah ki. Hə, deməli, belə deyim də, belə deyim. Bu lap ikisinə aid oldu müəllimə. Deyək ki, dünyanın 7 möcüzəsindən biri sayılır. Həm Zikuratdır, sizin dediyiniz kimi, həm də Misir ehramları və yaxud da ki, həm Babil qülləsidir, həm də Misir ehramları. Düzdürmü? Əgər elə olsa belə, yenə də biz bu testin doğruluğunu və yaxud da ki,
həll etmə şeyi, yəni itmir. Niyə görə itmir? Çünki burada Babil qülləsinə aid başqa bir şey də var. Konusvari da var, bəli. Bəli, konusvari görünüş əməli 7 çıxıntıdan ibarət olması bu heç nə aid deyil. Deməli, aha, Babil qülləsi burada 2 ilə uyğunlaşacaq. Yəni o sizi çaşdırmasın. Hətta deyək ki, ikisinə də aid olsa belə o sizi çaşdırmalı deyil. Deməli, doğru variantımız oldu B. Gəlirik bura. Deməli bizim görürsüz də şəkli yəqin ki, şəkli görürsüz burada. Hə, şəkildə nə görürsüz? Şəkil haqqında verilənlərdən hansı yanlışdır? Burada deyir ki, memarlığın əsas məzmunu hər bir detalı, tağlar, mil şəkilli uca qüllələr, sütunlar, əlvan şüşəli pəncərələrdir. Memarlığın əsas məzmunu burada. Deməli, fəsadın aşağı hissəsində müqəddəslərin heykəli olan portal yerləşir. Kilsənin daş oymalı konstruksiyalar, vitrajlar, pəncərələr, rəngli şüşələrlə bəzədilmişdir. Bütün variantlar yanlışdır. Deməli, bunun doğru cavabı hansıdır? Kim deyəcək, görək hansı müəllimlər əl qaldırıb onlara söz verək. Çox xahiş edirəm, dəqiq bildiyiniz sual olanda, bir dəqiqə baxaq, bir dənə müəllimlər burada gəlib, mən elə bunları qəbul eləməmişəm. Bir dəqiqə, necə olur, mən bunu necə qəbul edeyim? Deyirəm ki, müəllimlərə, qurban sizə, xahiş edirəm ki, saat 9 olmamış, qoşulun, mən bilim. Yəni, indi çox çətinlik çəkirəm mən onları qəbul eləməkdə. Görmürəm. Olmadı ki. Hə, kimlər əl qaldırıb burada? Məlahət, Məla Ahməd kimdir? Hansı müəllimdir Məla Ahməd? Ona söz verir. Məla Ahməd müəllimə kimdirsə, buyursun. Salam, axşamınız xeyir müəllimə. Deməli, burada düzgün cavab D olmalıdır. Bütün variantlar yanlışdır. Bu gotik üslubda olan tikilidir. Ona görə sütunlar, tağlar, mil şəkilli ucu güllələr, sonra vitrajlar gotik üsluba aiddir. Hansı variant deməli? Düzgün cavab, yəni götürməliyik, bütün variantlar yanlışdır. Bəli, bütün variantlar yanlışdır. Bu, deməli, testin nə idi? Doğru cavabıdır. Niyə görə doğru cavabıdır? Çünki yanlışdır. Yəni, deyir şəkil haqqında verilənlər hansı yanlışdır? Bütün suallar düzdür. Yəni, bu tikiliyə aiddir bütün sual. Təşəkkür ederim. Sağ olun. Müəllimə, çox xahiş edirəm, bir də siz özünüz izah edin. Mən bunu səhv yazmışam. Sağ olun, inciməyin. Aha, burada... Müəllimə də qaranlıq qaldı bu sual. Bəs axı 4-cü sinifdə bunlar hamısı verilibdi. Yoxsa... Böyle də müəllimə, elə mən də onu deyir. Müəllim də onu deyir. Deyir ki, yəni düzdür. Bax, bu deyir ki, şəkil haqqında verilənlərdən deyir hansı yanlışdır. Yəni verilənlərdən biri yanlışdır. Onu seçəcəyiz. Hansı yanlışdırsa onu seçəcəyik. Baxırıq A variantına. Deyir memarlığın əsas məzmunu, yəni bu şəkildə olan məzmunu, hər bir detalı, tağlar, mil şəkilli uca güllələr, sütunlar, əlvan şüşəli pəncərələr. Üzrə bu haqqında məlumat 4-cü sinifdədir. Bilirsiniz də yəqin ki. Bunların hamısı 4-cü sinifdə yazılıb. Siz onu 7-ci sinifdə axtarmayın. Bu, bilirsiniz... Onda müəllimə, burada A, B, C variantı hamısı düzdür. Bəli, hamısı düzdür. Ona görə biz nə edirik? Yanlış olan, biraz da məntiq tələb eləyir test. Deməli, baxırıq ki, bunlar hamısı düzdür. Aha, bu şəklə uyğundur. Bunu seçmirik də, çünki yanlışı istəyir. Fasadın aşağı hissəsində deyil, müqəddəslərin heykəli olan portal yerləşir. Bəli, doğrudur. Kilsənin daş oymalı konstruksiyalarının vitrajlı pəncərədən rəngli şüşələrlə bəzədilmişdir. Bu da doğrudur. Yəni, baxsınız ki, hamısı doğrudur. Aha, baxa, bəs D variantı nə deyir? Deyir ki, D variantı. Bütün variantlar yanlışdır. Necə yəni yanlışdır? Bəs bunlar hamısı doğrudur axı. Aha, deməli, bunun hələ özü yanlışdır. Cəmaata yanlış deyir. Deməli, doğru variantımız D variantı. Aydındır? Bəli, müəllimə, çox sağ olun. Baxdım, çox fikirləşdim bu sualın üzərində. İnşallah növbəti günlərdə bu cür testlər, indi həftənin bir günü biz test müzakirəsi olacaq. Bu cür testlər işləyəcəksiniz. Biraz da ümumiyyətlə məntiq çox tələb edir. Biraz necə deyim, hətta inanın mənə ki, bəlkə də inanmayacaqsınız, amma inanın ki, öz testlərimi gəlirəm mən özüm eləməyə. Görürəm ki, həqiqətən də beyin yandırır. Deyirəm ki, bir də bilmirəm nədir də cavab. Yəni o dərəcə. Yəni sizi başa düşürəm. Həqiqətən də çətindir, amma öyrənəcəyik inşallah. Səsləri bağlayın, zəhmət olması çox xahiş edirəm. Deməli deyir ki, bu da 4-cü sinif sualıdır. Orada bir dənə cümlədir.
Deyir ki, müəllim şagirdlərə keçmişdə hansı qabdan su daşımaq üçün istifadə edirlər deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Axıra qədər oxuyuruq. Müəllimlərin bəziləri sualı bura qədər oxuyur. Hə, bitdi. Keçmişdə hansı qabdan su daşımaq üçün vurur birinci küsə. Küsə də su daşımaq üçündür. Bardaq da, çürdək də su daşımaq üçün istifadə olunan qablardır. Amma deyir ki, şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Hansı cavabı versələr doğru olmaz? Təbii ki də burada nehrəni desələr nehrə bilirsiniz ki, yağ istehsal etmək üçün bir qabdır. Ona görə də bunu seçəndə doğru etmiş olmayacaqlar. Doğru cavabımız, indi bunu mən izah elədim, olsun. D variantıdır. Baxırıq bura, üfüq xətti haqqında verilənlərdən hansı yanlışdır? Bunu kim izah eləyəcək? Üfüq xətti haqqında verilənlərdən hansı yanlış olduğunu. İnsan hündürə dayanarsa üfüq xətti yüksəlir, aşağıda olarsa enir. Üfüq xətti xəyalı düz xətt daim müşahidəsinin göz səviyyəsində yerləşir. Dağlara doğru istiqamətlənən yolun kənar xəttləri bizdən uzaqlaşdıqca sanki üfüqdə bir nöqtədə birləşir. Bu üfüq xəttidir. Deməli, bəzi mənzərə deyir təsvirlərində ortadan keçən üfüq xətti sanki dağ və düzənliyi iki yerə ayırır. Bunların hansı yanlışdır? Cavab versin. Burada 14 dənə müəllim əl qaldırıb. Nigar, Nargiz, o kimdir bilmirəm. Nargiz müəllimdir. Yəni ekrana üçün zəhmət olmasa. Aha, buyurun müəllimə. Müəllimə, bu dağlara doğru istiqamətlənən yolun kənar xəttləri bizdən uzaqlaşdıqca sanki üfüq xəttində bir nöqtədə birləşir. Bu qovuşma nöqtəsi deyil müəllim. Bəli, bu qovuşma nöqtəsidir. Amma bu yazıblar ki, üfüq xəttidir. Bu variantımız budur, C variantı. Bəli, deməli, bizim üfüq xətti haqqında verilənlərdən bu yanlışdır ki, bu üfüq xətti deyil. Çünki, məsəl üçün, üfüq xətti xəyalı düz xətti müşahidəsinin göz səviyyəsində, eyni zamanda insan hündürdə dayanarsa üfüq xətti yüksəlir, aşağıda olanda enir və bəzi mənzərə təsvirlərində də ortadan keçən üfüq xətti sanki dağ və düzənliyi iki yerə ayırır. Bu normaldır, bəli. Doğru variantımız C variantımız. Təşəkkürlər müəllimə. Keçirik 21-ci suala və vaxtımız tamam olmaq üzrədir. İnşallah 2 saata qədər çəkəcəkdir yəqin ki, bu 50 sual. Deməli, Kandinskin Qazaxlar əsərində keçmişik bunu. Deyir ki, əsərlərin bu Qazaxlar əsərində göy qurşağı hansı hissəni birləşdirir? Hansı hissələri birləşdirir? Əsərin sağ tərəfindəki təpəni və döyüşçüləri, atəş saçan silahları və süvariləri, əsərin sol tərəfindəki sarayı və təpəni heç bir şeyi birləşdirmir. Hansıdır bu cavab? Cavab versin Nuranə müəllimə. Nuranə Axşamınız xeyir müəllimə. Müəllimə, mən burada cavab C variantını götürmüşdüm. Əsərin sol tərəfindəki sarayı və təpəni. Bəli, təşəkkürlər müəllimə. Bu da gedir əsərin təhlilinə doğru. Təşəkkürlər. Keçirik, deməli, 22-ci suala. Baxın, deyir ki, rəssam bir xalça çəkmək istəyir. Bir dənə rəssam xalça çəkmək istəyir. Ovçuluq səhnəsi, heyvan simvollarını və üfüq simmetriyaya yaratmaq istəyir burada. O hansı xalçanı növünü əsas götürsə ideyaya daha uyğun olar. Deməli, xalça çəkmək istəyir. Kompozisiyada nə etməlidir? Ovçuluq səhnələrini, heyvan simvollarını, üfüqi simmetriya. Hansı xalça olacaq bu? Esmira müəllimə söz istəyir. Cavab versin. Xahiş edirəm, buradan yazmayın. Xahiş edirəm. Salam, axşamınız xeyir müəllimə. Axşamınız xeyir, buyurun. Burada cavab Qarabağ xalçasıdır, Malbay xalçası. Bəli. Bəs yaxşı, buradan gəlirik incəliyi. Şirvan xalçasında nələr var idi? Necə idi onun xüsusiyyətləri? Şirvan xalçasında heyvan və bitki mənşəli xalçalar idi müəllimə. İnsan, heyvan mənşəli xalçalar idi. Silyan xalçasına aiddir. Bakı xalçası Xiləbuta xalçasıdır. Və orada isti rəng çalarları ayrı idi. Gəncə xalçası yox idi. Orada Gəncə Qazax xalçası var idi. Qaymaqlı Qazax. Bir də Gəncədə isə çıraqlı xalçası idi. Aha, xüsusiyyətləri necə idi Bakı xalçasının? Yəni əyri xətti nəbat. Başqa isti rəng çalarları idi harmoniya ilə. Bəli. Gəncə xalçasında müəllimə əsas orada qat-qat olan xalçanın qıraqlarında haşiyələr, qat-qat haşiyələrdən daha çox seçilirdi. Çox qatlı haşiyə, bəli. Rəng kontrastı daha çox var idi. Bəli, təşəkkürlər müəllimə. Deməli, doğru variantımız. Onların daha çox fərqlənən əlaməti o idi. Bəli.
Deməli, B gəlirik. variantı. Təşəkkürlər, çox sağ olun. Səsi bağlayaq zəhmət olmasa. Deməli, əsərin müəllifi haqqında verilənlərdən hansı doğrudur? Deməli, burada ilk öncə əsərin müəllifini müəyyən edirik. Bu əsərin müəllifi kimdir? Müəyyən elədik bu əsərin müəllifini hamı. Eləyəndən sonra gəlirik variantlara baxırıq. Deməli, deyir ki, onun natrimotlarında o dövrün sənətkarlarının çox sevdiyi, hədsiz yükləməyə və yaxud süni yaradılmış mürəkkəbliyə rast gəlmə mümkün deyildi. A variantı bu belə. B-yə baxırıq. Rəssamın erkən dövrə aid əsərləri kompozisiyanın klassik quruluşu, incə rəng duyumu, aydın və işıqlı kloritin harmoniyası ilə fərqlənir. Kloritin dolğunluğu, jestlərin sadəliyi, işıq və kölgənin təzadı onun əsərlərində emosional gərginliyi yaradır və boz gümüşü tonların vəhdəti, zəngin reflekslər və işıq kölgə keçidlərinin ahəngdarlığı rəssamın yazısına xas olan cəhətlərdir. İndi bu sualın bir-bir bütün variantların hansı rəssama aid olduğuna da deyəcəksiniz. Şəklin kimi olduğuna da cavabı da deyin. Kim deyəcək bunu? Hansı müəllim? Burada Abbasova Sədaqət müəllimə söz istəyir. Abbasova Sədaqət müəllimə. Göstərərdi zəhmət olmaz. Bəli. Cavab dedi, boz gümüşü tonların şar deyilən əsərdir. Vəhdəti, zəngin refleks, işıq kölgə keçidlərinin ahəngdarlığı rəssamın rəngkarlığına xas olan cəhətlərdir. Əla. Bəs bu A, B və C variantları kimlərə aiddir? A variantı məsələn. Şimdi bu natrimotları Eduard Manet ola bilər. Bəli, Eduard Manetdir ki, o hədsiz yükləmə yox idi, o sadələşdirmişdi. Natrimodu mürəkkəbliyə rast gəlmək mümkün deyildi. Bəs yaxşı, rəssam erkən dövrə aid əsərlərində kompozisiya, klassik quruluşu, incə rəng duyumu, aydın və işıqlı kloritin harmoniyasına fərqlənən hansı idi? Harmoniyasına fərqlənən hansı rəssam idi bu? Mən testi indi görürəm, baxmamışdım. Çox müəllim də elədi. Çox müəllim də görmür. Rəssamın erkən dövrə aid. Biraz fikirləşməliyim, bağışlayın. İstəsəniz başqasına söz verə bilərsiniz. 2 dəqiqə fikirləşməyə vaxtınızı alın. Problem deyil, fikirləşə bilərsiniz. Koloritin dolğunluğu, jestlərin sadəliyi, işıq kölgənin təzadı onun əsərlərində emosional gərginlik yaradır. Dolğunluğu, jestlərin. Yaxşı, keçin müəllim, çox sağ olun. Təşəkkürlər. Aha. Deməli, burada bir dəqiqə. O biri rəssamlar haqqında da məlumat vermək istəyən Lamiyə müəllimə cavab versin. Lamiyə müəllimə, əgər bilirsinizsə cavab verin. Axşamınız xeyir müəllimə. Əsərin müəllifi, bir dəqiqə. A variantı dedi Eduard Manetdir. B və C variantları müəyyən edin. Rəssamın erkən dövrə aid əsərlər kompozisiyanın klassik quruluşu, incə rəng duyumu, aydın və işıq koloritin harmoniyası. Bu bəhddir müəllimə. Müəllimə, bu testin cavabı B variantı deyil, D variantıdır. Sadəcə burada hansı rəssama aiddir, onu istəyirəm, soruşum sizdən. Bunların hər bir variantı fərqli rəssamlara aiddir. Çox xahiş edirəm, dəqiq bildiyiniz sual olanda əl qaldırın. Başqa burada kim var idi? Əl qaldırın. Ramidə müəllimə cavab versin. Ramidə müəllimə. Ay Ramidə müəllimə. Səs yoxdur, neysə. Nərgiz sonra var burada. Müəllimə eşidirəm. Yadım. Müəllimə ekran görünür mü? Hə. Baxın bir tərəf deyib. Burada deməli birincisi necə deyir, onun müəllimə, çox xahiş edirəm, fikriniz burada olsun. Yəni təzədən bir də onları deməyə ehtiyac yoxdur. Bu yaxdan səs dinləyirsiniz də yəqin ki dərsi. Yoxsa fikriniz başqa yerdədir, mən başqa. Müəllimə səs keçdi ona görə. Aha, deməli səs keçdi ona görə. B və C variantlarını kimlərə aiddir? B variantı kimə aiddir? Məsələn, rəssam erkən dövrə aid əsərləri B variantı incə rəng duyumu. Enqra aiddir. Aha, C variantı Halotunda o Caravaggio'dur. Deməli bu da Caravaggio'dur. Diqqətlə dedik, C variantı Caravaggio.
koloritin dolğunluğu, jestlərin sadəliyi, işıq kölgənin təzadı əsərlərində emosional gərginlik yaradır. Oldu. Deməli, keçirik növbətiyə. Növbəti. Deyir ki, bundan öncəki testdə C variantı hansı rəssamdan söhbət gedir? Deməli, A variantı Edward Manet idi. B variantı Ingres idi. C variantı Caravaggio idi. Bu da Ejen Delacroix da ayrı bir şeydir. Deməli, burada doğru variantımız oldu. Bayaqda dedik ki, C variantında kimdən söhbət gedir? Caravaggio'dan söhbət gedir. Gəlirik bura. Deyir, Toğrul Nərmənbayov hansı əsərdə sanki hər şeyin xoş sonluqla bitdiyi canlı bir aləm təəssüratı yaşayır. Bunu yəqin ki, bilirsiniz. Keçmişik bunu 8-ci sinifdə. Kimlər cavab verəcək? Burada 25 nəfər. Arzu müəllimə cavab versin. Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Burada doğru cavab C variantıdır. Nağıllar aləmində. Bəli, təşəkkürlər. Müəllimin tavsiyəli. Gəlirik əsas məsələyə. Burada biraz deməli, bu cavabı kim deyəcək? Oxuyuram sual. Hamı da baxsın. Çox dəqiq bildiyiniz sualı olanda əl qaldırın, xahiş edirəm. Deməli, müəllim şagirdlərə belə bir şəkil göstərir. Deyir ki, bu şəkillərin hansı oxşar və fərqli cəhətləri var? Sual verir də uşaqlara. Və soruşur ki, sual ünvanlayır. Uşaqlar suala hansı cavabı versələr doğru olmaz. Soruşdu uşaqlardan hansı bu şəklin oxşar və fərqli cəhətlərini deyin. Və sualın sonu da budur. Test bizdən nə istəyir? Deyir, şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Ona diqqət edir, axıra qədər oxuyuruq. Deməli, birinci, oxşar cəhət hər iki əsər dəzgah heykəltaraşlığına aiddir. Fərq isə əsərin müəllifləri fərqlidir. Hər iki əsər heykəltaraşlığın büst növündədir. Fərqli cəhət isə biri əsərin materialı ağacdır, biri isə tonlaşdırılmış gipsdir. Oxşar cəhəti əsərlərin ikisi də müəllifi Azərbaycanlı heykəltaraşdır. Fərqli cəhəti isə biri Qəzənfər Xalqovdur, digəri isə avtoportretdir. Ortaq cəhət əsərlər ikisi də heykəltaraşlığın statuetka növündədir. Fərqli cəhət isə biri deyir Fuad Əbdürrəhmanovdur, birinci şəkil. İkinci əsər isə müəllifi Tokay Məmmədovdur. Bu sualı kim izah eləyəcək, kim doğru cavabı deyəcək, zəhmət olmasa, baxaq görək, kim bilir bunu. Çox xahiş edirəm, kimlər dəqiq bilirsə, onlar əl qaldırsın. Bir də bunları silirəm, yenidən əl qaldırın, kimlər bilirsə. Yenidən əl qaldırın, bilək kimdir. Əgər söz vermədiyim müəllim olsa, ona söz verəcəm. Demək, Günay müəllimə söz verilməyib. Günay müəllimə zəhmət olmasa izah edəsin. Bəli, müəlliməm. Burada cavab C variantıdır. Hər ikisi Azərbaycan heykəltaraşıdır. Biri Fuad Əbdürrəhmanovundur, biri Tokay Məmmədovundur. Birinci əsər Qəzənfər Xalqov ağacdan hazırlanıb. İkinci əsərdə Fuad Əbdürrəhmanovun dəzgah heykəl avtoportretidir. Bax müəllimə, indi burada avtomatik bir dənə sual yaranır. Bəs yaxşı, A variantı niyə seçmədiniz? A variantında deyir ki, hər iki əsər dəzgah heykəltaraşlığına aiddir. Bəli, heykəltaraşlığıdır və əsərlərin müəllifi fərqlidir. Burada material yəqin fərqli olduğuna görə. Yox. Burada sadəcə yanlış oxumusunuz, bilmirəm fikriniz hardadır. Məsələ deyir ki, burada müəllim, bu şəklin hansı deyir, oxşar və fərqli cəhətləri var. Müəllim soruşur şagirddən. Deyir, şagird hansı cavabı versə, doğru etmiş olmaz. Siz deyirsiniz C-dir. Mən də avtomatik soruşuram, niyə A seçmədiniz? Niyə B-ni seçmədiniz? Onlar da doğrudur da. Yəni, ona görə diqqətlə oxumaq lazımdır. Nədən gedir söhbət? Müəllimlərin elədiyi ən, yəni, məsələ, səhv nədir? Şərti müəyyən etməmiş, keçirik variantlara. Şərtdə bizdən doğru olmayanı istəyir. Şagirdlər hansı cavabı versə doğru olmaz. Bir dəqiqə. Sonra Aysel Qarayeva müəllimə cavab versin. Yox, Esmira müəllimə, o müəllimə verib. Esmira Nağıyeva müəllimə, Esmira. Esmira müəllimə, buradasınızmı? Deyim mən. Bəli, buradayım müəllimə. Buyurun. Birinci əsər Tokay Məmmədovun dəzgah qrafikası olan əsəridir, ağacdandır.
İkinci əsər isə Fuad Əbdürrəhmanovun tonlaşdırılmış gipsidir, öz avtopetidir. Cavab burada D variantıdır. Ortaq cəhəti hər ikisi də yazır, statuetka səhvdir, dəzgah qrafikasıdır. Fərqli cəhəti birinci əsər Fuad Əbdürrəhmanov yox, Tokay Məmmədovundur. İkinci əsər isə Fuad Əbdürrəhmanovun tonlaşdırılmış gips əsəridir. Cavab D variantıdır. D variantı, bəli. Deməli, doğru variantımız, yəni testin doğru variantı D-dir, amma əslində yanlışdır. Ona görə yanlış istəyir, biz onu yanlış seçirik. Diqqətli oluruq müəllimlər. Bir dənə bizim diqqətsizliyimiz belə bilirik. Bütün bilgilər var beyində, sadəcə tətbiqdə biraz zəiflik var. Aha, keçirik 27-yə. Bundan öncəki testdə verilən tapşırıq hansı məşğələ növünə aiddir? Bəli, biz məşğələ növü haqqında keçməmişik, amma inşallah proqramı bitirək. Bu barədə yəni testlər işləyəcəksiniz, video izah dinləyəcəksiniz. Deməli, burada bundan öncəki testdə verilən tapşırıq məşğələ növündən indi biraz məlumat verim. Bəzi müəllimlər də bilir. Burada nədən gedir söhbət? Bir dəqiqə, növbətliyə baxaq. Bundan öncəki test budur. Deyir ki, müəllim şagirdlərə belə bir şəkil göstərərək bu şəklin hansı oxşar və cəhətlərini soruşur. Ümumiyyətlə, bu məşğələ növündə mövzu üzrə rəsm var. Təsvir incəsənət haqqında söhbət, naturadan rəsm. Qısa məlumat verim. Naturadan rəsm desə əgər, yəni biz qarşımızda olduğumuz hamıdan bilir ki, yəni qarşımıza qoyuruq bir dənə şeyi, əgər çəkiriksə, yəni əgər müəllim şagirdlərə qarşılarına qoyduğu şəkillərin çəkməsini istəyirsə, natirimov üzüb çəkməsini istəyirsə, bu naturadan rəsm olacaq. Və yaxud da ki, deyir ki, gedin Xocalıya ay şəkil çəkin, 20 yanvara şəkil çəkin, Novruz bayramına ay şəkil çəkin. Bu da mövzu üzrə rəsm olacaq. Yəni bu tapşırıq mövzu üzrə rəsmə aid olur. Və yaxud da ki, dekorativ fəaliyyətlə nə deyək ki, məsələn, gedin rəsm çəkin, dekorativ bir rəsm çəkin, məsələn, xalça şəkli çəkin. Bu olacaq dekorativ tətbiqi fəaliyyətə aid və yaxud da nəsə bir maraqlı bir şey düzəldin, özünüzdən görə necə bir şey düzəldəcəksiniz. O da dekorativ fəaliyyətə aid olacaq. Bəs təsviri incəsənət haqqında söhbət nədir? Təsviri incəsənət haqqında söhbətdə, məsələn, deyək ki, müəllim deyir ki, şagirdə, sən get filan rəssam haqqında bir təqdimat hazırla. Bu artıq onun rəssamın həyatından bir danışırsa uşaq, müəllim buna belə tapşırıq verirsə, deməli, söhbət bu təsviri sənət haqqında söhbətə aid olacaq. Deməli, burada da bizim həmin bundan öncəki sual, yəni budur da. Burada da müəllim deyir ki, şagirdlər bu şəklin oxşar və fərqli cəhətləri hansılardır? Bu hara gedəcək? Bu nəyə gedəcək? Burada şagird nə şəkil tapşırır, nə bilim, hansısa bir nəsə düzəltmək, dekorativ fəaliyyətdən heç nə deyil və yaxud da ki, qarşısında nəsə qoymayıb ki, çəksin, bu naturadan rəsmə aid olsun. Bu ancaq deməli olacaq təsviri incəsənət haqqında söhbətə aid olacaq ki, burada müəyyən etməlidir. Yəni, şagird bilgi sahibi olmalıdır. Məsələn, Fuad Əbdürrəhmanov haqqında, Tokay Məmmədov haqqında, həmin o əsərlərin müəllifi haqqında biliyi olmalıdır ki, məlumatı olmalıdır ki, müəllimə bu tapşırığı yerinə yetirə bilsin də, yəni müəllimin verdiyi bu tapşırığı yerinə yetirə bilsin. Bu da, deməli, hansı məşğələ növünə aid olur? Təsviri sənət haqqında söhbətə aid olur. Kimsə başa düşmədisə və yaxud əlavə sualı olsa, desin. Deməli, burada 28-ci suala baxırıq. Müəllim şagirdlərə bənövşəyi rəng necə rəngdir? Deyə sual ünvanlayır. Bənövşəyi rəng necə rəngdir? Şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Yenə də axıra qədər oxuyuruq sualı və yanlış cavabı istəyir burada bizdən. Deməli, təbiətin isti və soyuq rəng təşkil edir. Tərkib hissəsini xromatik rənglər təşkil edir. Tərkibinin əsas rənglərdən ibarətlidir tərkibi. Özü isti rəngi olsa da tərkibində soyuq rənglər var. Kim buna izah verəcək? Baxaq görək kimlər burada söz istəyir. Aynur Kərimova müəllimə cavab versin. Aynur Kərimova müəllimə. Sağ olun. Müəllim, burada D variantıdır. Özü istidir. Çünki bənövşəyi rəng soyuq rəngdə, isti rəng deyil. Cavab odur. Aha, bəli. Deməli, özü deyir isti rəng olsa da tərkibində soyuq rəng var. Bunu götürüb, bu səhvdir, bunu desələr səhvdir deyir. Tərkibində isti və soyuq rənglər təşkil edir. Bunları da xırdalayırıq. Bunları bir dənə xırdalayın zəhmət olmasın. Qırmızı rəng isti rəngdir, göy rəng soyuq rəngdir. Tərkibində xromatik rənglər var. Çünki qırmızı da göy rəng dairəsində iştirak etdiyinə görə xromatik rənglər təşkil edir. Tərkibin hissəsində əsas rənglər təşkil edir. Bilirik ki, qırmızı göy də əsas rəngdir. Bənövşəyi də özü soyuq rəngdir. İsti rəng deyil. Əla.
təşəkkürlər müəllimə. Keçirik bura. Biraz da mübahisəli mövzudur bu, sual. Deməli, bu bəzi təlimçilər başqa cürdə götürür burada, amma mən buna deyəcəm də, yəni nə deyəcəm. Deməli, portret haqqında verilənlərdə hansı doğrudur? Bunu kim izah eləyəcək? Zəhmət olmasa. Baxaq görək kim, hansı müəllimlər bilir. Deməli, burada söz vermədiyim müəllimlər olsun. Arzu müəllim. Arzu müəllimə cavab versin. Az vermişdim sizə burada sözü. Arzu müəllimə izah eləsin, zəhmət olmasa. Burada müəllimə doğru cavab təntənli portretdir bu müəllimə. Portretin növlərindən biri olan təntənli portretdir. Və burada insanın şəxsiyyətinin dəyərləndirən onun fəaliyyətidir. Cavab C variantı. D variantı kimi götürmüşəm. D variantı cavab deyirsiniz burada. Yox, C variantı müəllimə. C? Bəli müəllimə. Aha. Təntənli portretdə müəllimə sinəyə qədər deyil də, yəni insanın görünüşü var orada. Bəli. Deməli, ümumi görünüşü. Bəli. Baxın, bu təntənəli portretə niyə bunu aid edirik? Çünki orada kitabda öyrəndiklərimizə rəğmən belə başa düşürük ki, bu təntənəli portretdir. Burada insanın şəxsiyyətini dəyərləndirən onun fəaliyyətidir. Bəzi müəllimlər bunu götürür, kameral olaraq götürür. Burada nə deyim, nə yalan deyim? Baxın, bu şəkil haqqında konkret olaraq yazılmayıb ki, bu təntənəlidir və yaxud da ki, kameraldır. Bu yazılmayıb. Sadəcə tapşırıq olaraq verilib, bir də Natavanın şəkli verilib burada ki, siz orada da yazır ki, şagirdlərə sual verir, hansı təntənəlidir, hansı. Biz Natavanın şəklinə baxanda bilirik ki, o bu təntənədən söhbət gedir, təntənəlidir. Amma burada müəllimlər bəzən də deyir ki, əslində yenə deyirəm, bunu kameral olduğunu deyənlər çox da yaxşı bir stat gətirirlər. Özlərini yaxşı müdafiə edirlər, məsəl üçün deyirlər ki, təntənə deyəndə təntənə də, yəni qəşəng kostyum geyinmiş, qəşəng durmuş, bundan söhbət gedir və deyirsən ki, haqlıdırlar əslində. Amma çox təəssüflər olsun ki, bizim kitab yəni yarımçıq məlumat verib də bizə, tam dəqiq məlumat verməyib. Əslində deməlidir ki, bəzi şeylər orada da ola bilər, burada da kameralda da ola bilər, təntənədə də ola bilər. Bunun haqqında məlumat verməyib. Bizə yarım yamalaq məlumat verdiklərinə görə biz də oradan götürürük ki, bu kitaba əsasən təntənəlidir. Tanınmış insandır, bəli. Əlində nə var? Palitra var. Mən kameral yazmışdım. Bəli. Görürsüz, kimdir? Hansı müəllimə? Məlahət müəlliməsiz? Məlahət müəllimə. Mən kameral yazmışdım, bəli. Bəli. Kameraldır deyirlər və burada deyirlər ki, onun daxili dünyası gedir söhbət falan. Elə Səttar Bəhrzadə olduğuna görə düşündüm ki, bu kameral olar. Çünki düzdür, at belində olsaydı, daha mən nəsə cəngavər zat, onu da hesablayam. Amma baxdım, gördüm ki, siz demişkən, Natavan şəkillə uzlaşdırdım. Dedim ki, bu kameraldır. Ay sağ ol. Yəni hamı da deyir ki, əgər o biri təntənəlidirsə, bu 100% kameral olacaq. Belə düşünürlər. Amma inanın ki, bu mübahisəli mövzudur. Yəni bu heç kamerala da uyğun gəlmir normalda. Yəni uyğun gəlmir də. Niyə? Çünki ayaq üstədir. Kameralda nə deyir? Neytral fonda olacaq. İnsan sinəyə qədər olacaq. Yəni daxili keyfiyyətləri önə çıxacaq. Amma təntənəlidə bəli. Mən burada elə bunu təntənəli götürdüm. Amma nəyə görə təntənəli götürdüm? Çünki o təntənədə nə deyirdi? Yəni insanın işinin mövqeyi belə başa düşmüşəm də. Bu adam neyini? Rəssamdır. Əlində rəsm fırçası var. Sonra orada o nə bilim rəsmə aid bir şeydir. Yəni bu adam ayaq üstə durub. Əlində işinə aid bir iş görürdü. Yəni burada daxili dünyasını tam başa düşmür. Mənim burada iş görür bu adam. Əslində yenə də deyirəm, bəzi müəllimlər öz mövqeyini də çox yaxşı sübut edir, onu deyənlər, təntənəli deyənlər də deyir ki, məsələn, təntənə deyirdilərsə, təntənə deyəndə nədən söhbət gedir? Necə deyim, məsəl üçün, bizdə o paradlar olur, təntənə keçirilir, orada necə geyinirlər, qəşəng kostyumla falan. Deyir ki, bunun kostyumu deyil də, yəni, nə olsun, məsəl üçün, elə
əsər var ki, orada rəssamdır, amma qəşəng geyinib, əlində də palitrası var. Hə, buna deyərsən ki, təntənəlidir, amma bu təntənəli deyirlər və kameral deyirlər. Çünki sadə geyimdədir, burada sadədir filan, belə öz mövqelərini sübut edirlər dedikləri sözün. Amma burada yenə deyirəm, kitaba əsasən burada uyğun gələn C variantıdır. Yenə də bunun biraz müzakirəlidir. Məsələn, belə şey düşsə, mən bunu götürəcəm C variantı. Yəni buna bilər bir sual verim. Bəli. Müəllim, amma kitabda burada deyir ki, təntənəli və kameral portretləri müqayisə et. Burada da ikisini veribdir. Bayaq müəllim dediyi kimi ikisini verib. Bəlkə elə bu kameraldır həqiqətən də. Mən də onu demək istəyirəm. Deyirəm ki, ay müəllimə, kameral olsa onda deməli buna uyğun gəlmir. Təntənəliyə daha uyğundur. Təntənəliyə niyə uyğundur? Çünki deyir ki, insanın fəaliyyətini dəyərləndirən, yəni onun şəxsiyyətini dəyərləndirən fəaliyyətidir. Burada da fəaliyyətdədir. Burada fəaliyyətdədir. Yox, müəllimə, kameralda arxa fonda neytral olmalıdır, arxa fon belə görünməməlidir. Neytraldan söhbət getmir. Bunu gərək səttər bazədən da şəklini qoymayardılar da, başqa şey qoyardılar ki, müəllimələrdə çaşmasınlar. Ay, sağ ol. Deməli bizim yazılıqda kitab səhv edə bilməz bəyəm. Faktiki burada bunun əlində peşəsini təmsil edən palitrası var. Geyimi də rəssamın geyimi necə olar? Elə bu şəkildə olmalıdır da. Məqdə də düşmüş deyə keçən il deyəsən belə bir şey. Əgər düşsə, yəni düşünürəm ki, biz mübarizə aparıb öz hesabını qəbul edə bilərik. Çünki bu təntənəlidir. Kameralda sima görünür, sifət görünür. Onun emosiyaları, mimikası. Burada heç bunun üzü görsənmir. Əlində palitrası və iş başındadır. Ay, sağ ol. Mən də çox ona görə. Ancaq bu adam iş görür burada. Bundan başqa mən oradan da başa düşürüm. İndi orada kədərlənib, nə bilim, neyim. Mən bir şey başa düşmürəm. Ama baş bilirəm ki, o adam orada iş görür. Bəsətlər olmasın, başqa tarih sağlam olsun. Bəli, çox dayandıq bu sualın üstündə. Yəni, dediyim kimi, belə bir sual düşsə də mən bunu götürərəm. Yəni, C variantı götürərəm ki, bu təntənəlidir və bunu kitabla da onlara sübut edə bilərəm və əgər səhv də götürsələr, balımı da geri ala bilərəm. Yəni, mən belə, kim də başqa cür istəyirsə, o cür götürə bilər. Keçirik əsas məsələyə. Bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən əsas cəhət nə idi? Bu da 6-cı sinif mövzusudur. Ümumiyyətlə, 6-cı sinifdə çox xırdalıqlar var. Bu da onlardan biridir. Kim bu sualı bizə izah eləyər? Keçirik bura. Baxaq görək burada kimlər əl qaldı. Hökmə müəllimə cavab versin. Müəllimə, burada A variantıdır. Onların rəngarəngliyi, estetik və emosional xüsusiyyətlərinin malik olması. Bəli, deməli, bəşəriyyətin ilkin inkişaf dövründə yaranan ornamentləri birləşdirən cəhət onların rəngarəngliyidir, estetik və emosional xüsusiyyətlərə malik olmasıdır. Bu da 6-cı sinif mövzusudur. Deməli, gəlirik 7-ci sinifə. Bu hansı üslubun eskizi olacaq? Qısa bir konkret sualdır. Hansı üslubdur bu? Baxaq görək kimlər cavab verir. Afaq müəllimə cavab versin. Klassik üslubdur müəllimə. Hansı? Klassik. Klassik üslubdur, bəli. Cavab. Deməli, Mikail Soynovun konstruktivizm üslubunda yaratdığı layihələrə aid deyil. İndi keçməmişik onu deyə, hələ biz təzə o rəssamlara. Bunu indi soruşa bilmirəm, amma kimin məlumatı varsa bunu deyə bilər. İzah edə bilər bizə. Allah, hardan qəbul edirəm? Kimsə qoşulmaq istəyir. Allah, bizim uşaqlar. Kimlər Şəlalə müəllimə, Şəlalə Məmmədova müəllimə cavab versin. Kimdir Şəlalə müəllimə cavab versin? Əl qaldırıb. Xeyr, burada deməli üfüq və şaquli xəttlərin kəsişməsi, həndəsi lokanizm, bütöv kütlənin və şüşə səthlərinin ziddiyyəti, həcmi formaların və səthlərin eyniləşməsi. Deməli, düzdür, mən burada etmişəm, amma səhv götürmüşəm. Götürmüşdüm bütöv kütlənin və şüşəli səthlərin ziddiyyəti, amma həcmin formaların və səthlərin eyniləşməsi olmalıydı. Niyə olmalıdır? Əslində necə olmalıdır? Yəni, niyə görə bu yanlış variantdır? Bunu izah eləyin, zəhmət olmasa. Səbəb nədir bunun? Yəni, D variantı niyə seçirsiniz? D variantı niyə seçilir burada?
Deməli, nə deyir burada? Həcmli formaların və səthlərin eyniləşməsi yazılır. Əslində necə olacaqdı? Həcm, deməli, burada eyniləşməsi yox, ziddiyyəti olacaqdı. Həcmli formaların və səthlərin olmalıydı. Amma mən o cürə seçmişdim ziddiyyəti, amma ki axıracan aid deyil sözü vardı, onu oxumamışam. Sonra baxdım ki, bəli, müəllimlərin elədiyi səhvlərin çoxu bir neçə dənəsi var ki, o cürə olub məncə. Bəli. Diqqətsizlikdəndir və imtahanda da inanın ki, imtahanda diqqəti və məntiqi ölçürlər. Bilgidən çox məntiq və diqqət çəkilir önə. Yəni siz onu bilin, ona görə də bu cür testlər çox işləyəcəksiniz. Eyniləşmə yox, deməli ziddiyyət olmalıdır, ona görə doğru cavabımız, yəni testimizin doğru cavabı D variantı. Deməli gəlirik 33-cü suala. Burada da dəyirmanla mənzərə, köhnə dəyirman, David dəyirmanı. Bunlar hansıdır? Cavab nədir burada? Kim deyəcək bunu? 9 nəfər. Sonra burada kim vardı? Sevinç Avazova müəllimə. O müəllim cavab verməyib. Sevinç Avazova. Axşamınız. Deməli, dəyirmanla mənzərə, səhv eləmirəmsə, Albrecht Dürer'indi. Köhnə dəyirman bir dəqiqə Van Gogh'undur. David dəyirmanı da Olga Genin'dir. Yəni, hansı olacaq burada cavab? Bir dəqiqə, mənimlə dəyirman 1B idi. D bəndi müəllimə. Bəli. D bəndi. Keçirik növbətiyə. Təşəkkürlər müəllimə. Tokay Məmmədovun ağac materialından yaratdığı əsərlər hansılar idi? Qısa və konkret cavab. Kim deyəcək bunu? Tokay Məmmədovun ağac materialından yaratdığı əsərləri. Kimlər daxildir? Burada cavab versin. Əli Mirzəzadə hansı müəllimədir bu adına? Sadət müəllimədir. Ekrana görə olsaydı. Bəli. Burada D variantı olacaq. Xalq rəssamı Qəzənfər Xalqovna, Səməd Vurğun. Deməli, Səməd Vurğun və deməli, hansıdır o? Qəzənfər Xalqovna. D bəndi. Bəli, D variantı. Yaxşı. Gəlirik bura. Görək burada söhbət nədən gedir. 35-ci suala baxırıq. Deyir ki, gravürlərin fakturasındakı gümüş rənglər, incə keçidlər öz heyranedici gözəlliyi və müxtəlifliyi ilə fərqlənir. Ofortlar, deməli, metal üzərində oyma üsulu ilə yerinə yetirilən gravürlər işləyirdi. Çox zaman bir əsərdə xeyli müxtəlif materiallardan istifadə edirdi və gravürlərə maraq göstərdi. Holland Rənkalın qızıl dövründə yaşayıb yaratmış görkəmli rəssam, gravürçü və işıq görkəmin mahir ustası kimi tanınmışdı. Burada deməli 3 dənə xüsusiyyət verib. Burada 3 dənə rəssamın yaradıcılığına aid 3 dənə sualdır, deməli, və burada da 5 dənə rəssam verib. Siz bu 3 dənəni, buradan da 3 dənə rəssam seçib buna uyğunlaşdırmalısınız. Hansı rəssamlardır bunlar? Özü hamısı keçdiyimiz rəssamlardır. Bunların hamısını keçmişik. Kim buna izah verəcək və bir-bir uyğunlaşdırıb cavabı deyəcək? Kim deyəcək bunu? Zəhmət olmasa baxaq görək kimlər burada söz istəyir. Kim? Baxaq bir dəqiqə. Tərlan müəllimə cavab versin inşallah. Aha müəllimə gəlsin görək ekrana. Birinci deyir gravürlərin fakturasındakı gümüşü çalarlar, incə keçid, gözəlliyi belə o aiddir Albrecht Dürer'ə. Aha. Ofortlar metal üzərində oyma, o Polkli'ydi, hə. Holland rəngkarlığı da aid Rembrandt'a. Deməli, burada doğru Düzü dedim. Bir dəqiqə. Birinci gümüşü çalarlar, incə keçid. Müəllimə. Aha, hansı seçirsən? Albrecht Dürer, 1B. Eləmi? Ofortlar 2A, Polkli, 3də D, Rembrandt. Əla. Deməli, bunları gözəl şəkildə uyğunlaşdırdıq. Söhbət hamısında gravürdən iştirak, deməli bu rəssamlar hamısı gravürçü rəssamlar demək olar. Təşəkkürlər müəllimə, çox sağ olun. Deməli, gəlirik 36-ya. Baxaq görək burada kimlə söhbət gedir. Deyir, özündə ideyanı saxlaya bilən hər bir əsərin özünə məxsus qiyməti var.
Özündə ideyanı saxlaya bilən hər bir əsərin özünə məxsus qiyməti var deyən rəssamın kimliyini müəyyən edib, həmin rəssam haqqında doğru verilən variantı tapırıq. Kimdir bu rəssam? Onu müəyyən edirik. Müəyyən edəndən sonra həmin o rəssamın kimliyini, həmin rəssam haqqında doğru verilən variantı tapırıq variantlarda. Bunu kim izah eləyəcək? Zəhmət olmasa kim izah eləyəcək? Baxaq görək burada kimlər əl qaldırıb. 7 nəfər cəmi. Bu qədər. Esmira müəllimə cavab versin. Görək. Buyurun müəllimə, buradayım. Bəli, buyurun. Özündə ideyanı saxlaya bilən və hər əsərin özünə məxsus qiyməti var olan əsəri, bu Michelangelo'nun dahi sözləridir. Hətta o bir də deyirdi ki, əlimdə iskənə olanda deyir, özümü yaxşı hiss edirəm. Bu hər iki söz ona aiddir. Bu da cavab dahi heykəltaraş, rəssam, mimar və şair İtaliyanın Caprese şəhərində aristokrat ailəsinə dünya göz atmışdır. A variantdır. B variantı o tanınmış miniatür üstad Müzəffər Əlinin yanında 8 il ərzində rəngkarlıq sənətinin sirlərini yerlənmiş və bir çox heyran edici portret yaratmışdır. Bu Təbriz şəhərində miniatürcü rəssam olan Sadiq bəy Əfşardır, səhv etmirəmsə. Bəli. Sonra İtaliyalı rəngkar, heykəltaraş, mimar, ixraççı, ali və mühəndis, böyük xadim, çoxşaxali, dahi və intibah dövrünün əsasını qoyan Leonardo da Vinci, o həkkar qələmi vasitəsilə kəskin və incə ştrixlərin plastik formalar yaratmış, işıq kölgə ustalıqla istifadə edərək, bu da Michelangelo olmalı, səhv etmirəmsə müəllimə. Yox, Michelangelo yox, Caravaggio olmalıdır. Cavab A variantı. Deməli, burada A variantı təşəkkürlər müəllimə, amma D variantı... Rembrandt deyiləm. Yox, D variantı Albert Dürer olacaq, yəni 6-cı sinifdə xətt qələmi ilə vasitəsilə. Təşəkkürlər, çox sağ olun müəllimə, cavab verdiyinizə görə. Deməli, keçirik əsas məsələyə. 37-ci. Bu hansı texnika ilə, bu şəkil kimin əsəridir və hansı texnika ilə işlənib bu əsər? Bu əsər hansı texnika ilə işlənib? Cavab versin Mərziyə müəllimə. Mərziyə müəllimənin əl qaldırılığını gördüm. Müəllimə ekranı gətirin də. Bəli. Akvarellə işləyib, Albert Dürer'in əsəridir. Bəli. Adı nədir bu əsərin? Mənzərə, dəyirmanla mənzərə. Allah, bəli. Təşəkkürlər müəllimə. Keçirik 38-ci suala. Deməli, burada deyir ki, müəllim şagirdlərə vərəq üzərində rəsmin kompozisiyasının işlənməsi hansı qaydalar əsasında tətbiqi vacibdir deyə sual ünvanlayır. Şagirdlər suala hansı cavabı versələr doğru olmaz. Bu da 8-ci sinifdə keçmişik biz, hansı ki Edward Manini dərsində, yəni dərsin sonunda verilən bir məlumatdır ki, vərəq üzərində rəsmin kompozisiyanın işlənməsi haqqında qaydalar əsasında tətbiqi vacibdir. Bundakı hansı cavab doğru olmaz. Onu seçməliyik. Doğru olmayan variant hansıdır? Kim cavab verəcək? Baxaq görək hansı müəllimlər əl qaldırıb. Bir dəqiqə. Mətanət Əzizova müəllimə cavab versin görək. Mətanət Əzizova müəllimə. Müəllimə, səsim gəlir. Aha. Cavab D-dir. Müəllimə. Seçiləcək rəsmin rəngini, materialını düzgün seçmək çox vacibdir. Aha. Yəni bu o qədər önəmli deyil. Deməli, bunlar əsas, simmetriya, tarazlıq, kontrastlıq, dərinlik çox vacibdir seçmək. Kompozisiya yaradarkən kağızın ölçüsü, formatını seçmək vacibdir. Əşyaların yerləşməsi, ritmi, ardıcılığı çox vacibdir. Amma yəni rəsmin rəngini və yaxud da materialını düzgün seçmək bu o kateqoriyaya girmir. İstənilən rəng ola bilər ki, biz onu çəkə bilərik. Yəni bu çox vacib bir şey deyil. Vaxtda materialı, rəssam olun kəsin, istənilən materialı qoya bilərlər, istənilən rəngdə qoya bilərlər ki, hə bunu çək. Bax bu cür suallar düşmə ehtimalı %90-95-dir. Yəni bunu ümumiyyətlə təsvirlə bağlı, şəkil çəkməklə bağlı suallar çox düşə bilər. İstər bu dərslikdə verilsin, istər verilməsin, fərqi yoxdur. Yəni bunu bilməliyik. Deməli, gəlirik 39-cu sual.
Deyir ki, müəllim 9-cu sinif şagirdlərinə, hansı ki, yəni buradakı rəssamlar müxtəlif siniflərdə olan rəssamlardır, ona görə 9-cu sinif şagirdlərinə xitab eləyərək deyir. Albert Dürer və Rafael Santi, Leonardo da Vinci, Van Gogh, Rembrandt, sonra Salvador Dali və Paul Klee bu rəssamların ortaq cəhəti nədir deyə sual ünvanlayır şagirdlərə. Və suala hansı cavabı versələr doğru etmiş olarlar. Doğru cavabı istəyir. Artıq şagirdlər hansı suala cavab verməlidir ki, cavabı doğru olsun. Cavab doğru olsun. Kim idi bu? Bir dəqiqə getdim hara. Hansı cavab? Görək başqa müəllimlər hansılar var, hansı ki onlara söz verməmişəm. Kim idi bu? Fatimə müəllimə cavab versin. Fatimə müəllimə. Müəllim hamısı avtoportret hazırlayıbdır. Deməli, bəli, baxırıq, hər biri abstrakt üslubda deyil əsərlər yaradıb. Burada hər biri abstrakt deyil, yəni məsələn, burada Paul Klee'dir, bir dənə abstrakt, Salvador'dur. Amma hər biri intibah rəssamıdır, xeyr. Burada Rafael Santi, Da Vinci'dir sadəcə. Burada sonra nə var? Bir də Rembrandt, Albert. Baxın, burada hər bir əsəri fantastik janrda əsərlər yaradıb. Bu da deyil, deməli bu məsələn Albert hər biri avtoportret yaradıb. Məsələn, bunların hamısının yəqin ki bilirsiniz də hansı avtoportretləri var idi. Məsələn, Salvador'un hansı avtoportretləri var? Adı nə idi? Mənə belə yadımdan çıxdı, ancaq şəkildə belə görsəm bilərəm. Avtoportret yuxu. Paul Klee'nin sonra oyuncaq kukla avtoportreti, Van Gogh'un avtoportretləri var idi, qulağı. Da Vinci'nin həmçinin avtoportret çəkib. Rafael Santi dostumlu avtoportretin müəllifi və eyni zamanda Albert Dürer'də avtoportreti var idi. Deməli, doğru cavab D variantımız. Təşəkkürlər müəllimə. 40-cı suala baxırıq. Deməli, burada deyir, üslub texnikası, diqqət edir bura. Üslub texnikası, klassizm, neoklassizm, akademizm, rəngkarlıq, qrafik olan bu rəssamın kimliyi müəyyən edirik və bu onun əsərinin variantları tapırıq. Kimdir bu rəssam? Hansı ki, üslub texnikası, klassizm, neoklassizm, akademizm, rəngkarlıqdır. Hansı müəllimlər cavab verəcək bura? Görək, hansı müəllim var? Niyə digər müəllimlər? Yox, müəllimə, çox xahiş edirəm, bir dəqiqə dayanın, mən deyəcəm hansıdır. Müəllimlər niyə bu qədər müəllimlə? Görə neçə nəfər ümumiyyətlə qoşulub bura? 68 nəfərdən sadəcə 20 nəfər cavab vermək istəyir. Saadət müəllimə, buyurun. Bu Engir'dir müəllimə, akademizm Engir'dədir. İstibaniyyata baxmamışam, bu baxım görün. Hansıdır onun əsəri, Engir'in əsəri hansıdır? Hani baxmamışam, indi gəldi. Sadəcə olaraq elə akademizm mən ondaydı. Yəni test bundan ibarət deyil də, bunu axıra qədər baxmaq lazımdır. Deməli, mən sizə A variantı, A variantı Saint-Bernard aşımın keçən bu Jacques-Louis David'indir. Napolyon İmperator taxtında. Napolyon İmperator taxtında. Müəllimə, bu Engir'dir. Aha, digərlərini də sayın, o biri hansılar? İmperator Napolyon bu nədir? Tolidəki kabinetində. Bu Jacques-Louis David'dir. O birisi gözüm biraz axırıncı nədir müəllim? Napolyon biraz eşir. Döyüş, ətrafında döyüş. Bu kimin olacaq? Heç ətrafında. Müəllimə, bu görüm yadımdan çıxdı. Leonardo da Vinci'dən üstə. Bu görüm hansıydı? Antoine Jean Gros olacaq bunun müəllifi. Antoine Jean, bəli. Antoine Jean. Təşəkkürlər müəllimə. Sağ olun. Sağ olun müəllimə. Deməli 41-ci suala baxırıq. Fazil Nəcəfovun əks-səda dövrü kompozisiyasına aid aşağıdakılar fikirlərdən hansı əsərin məzmununa uyğun deyil? Deməli, uyğun olmayan variantı tapırıq burada. Əsərin məzmununa, əks-səda dövrünün məzmununa uyğun olmayan. Bunu keçməmişik, amma cavab versəz, yəni müəllimlərin məlumatı varsa, kim cavab vermək istəyirsə, baxaq görək kimlər burada. Müəllimə, mən verim istəyirsin. Buyur müəllimə. Müəllimə, burada Fazil Nəcəfovun bir dənə heykəli vardı.
kameramda açma. O çoxlu başlı adamlar idi, diz çöküb oturmuşdu. Yəni onu dərsdən bilirəm. Burada müəllimə yazıb ki, o kub formasındadır, formalı həcm xarici quruluşundadır. Amma kub formasında uzaqdan əslində elə görsən, sadəcə insanlar diz çöküb oturduğu üçün uzaqdan elə görsən, amma elə formada deyil. Yəni əsər elə yadımda qalıb. Burada doğru cavab. Yəni cavab olaraq müəllimə A bəndidir. Deyir ki, uyğun deyil. Yəni uyğun deyil də, kub formasında deyil o. Sadəcə uzaqdan elə görsənir. Müəllimə, düz deyirsiniz A variantıdır, amma sizin izah kimi deyil. Yəni burada konkret bir cümlə var. Deyir, insan fiqurlarının yerləşdirilməsi kub formalı bir həcmin daxilində qurulmuşdur. Belə yazılıb orada. Amma burada yazıb xaricində qurulmuşdur. Yəni doğru variant A variantıdır, amma kub forması sözünə görə yox. Kub formasındadır zaten. Həmin o əsərə baxsaz, kub forması bir həcmin daxilində qurulub o. Xaricində sözünə görə deməli yanlış olan variant A variantıdır. Buradakı olan hamısı variantlarda ona uyğun gəlir. Diz çökərək verilmiş fiqurların baxışları sərtdir və danışmayacaqlarına dair bir düşüncə oyadırdı. Eyni zamanda kompozisiyaya yer alan insan fiqurları bir-birinə oxşar və bənzər təsvir olunur və kompozisiyaya diz çökən fiqurlar susqun təsir bağışlayır. Mənim göyə tərəf baxır, amma orada ətrafda belə pis çıxmasın, ayaqları zadı var idi. Elə bildim tam 4, yəni elə başa düşürdüm ona görə. Yox, bu söz var orada. Yəni baxın, həmin o Fazil Necəfov dərsini inşallah keçəndə görəcəksiniz. Orada cümlə mən qurmuşam. Görəcəksiniz. Təşəkkürlər müəllimə. Deməli, 42-ci suala baxırıq. Aşağıdaşlardan hansı Arif Hüseynovun sənətində vurğulanmır? Arif Hüseynovun sənətində vurğulanmır. Vətəndaşlıq hissi, deməli, qədim miniatür ənənələrinə bağlılıq, müasirliyə həvəs, klassik heykəltaraşlıq ənənələrinə bağlılıq. Hansı olacaq burada? Cavab. Sevinc müəllimə cavab versin Qasımova. Müəllimə, burada heykəltaraş kimi deyil də, o qrafik ustasıdır, miniatür ustasıdır. Bu klassik heykəltaraşlıq ənənələrinə bağlılıq budur cavab. Bəli, deməli vətəndaşlıq hissi var idi, qədim miniatür ənənələrinə bağlılıq, müasirliyə həvəs də var idi onun yaradıcında. T variantı uyğun deyil. Gəlir aşağıdakı variantlardan hansı Ömər Eldarovun Natəvan obrazına aid deyil? Aid olmayan, Natəvan obrazına aid olmayan variant hansıdır? Kim deyəcək bunu? Kim izah edəcək? Əl qaldıranlar kimlər idi? Sədaqət müəllimə cavab versin. Göstərdi zəhmət olmasa. Deyil, evdədir, qəhrəmanlıq mübarizəsində doğan duyğuların dinamik plastik həlli. Deyil. Bəli, ona uyğun olmayanı seçirik. Yəni, Natəvanın obrazına uyğun olmayan variantı seçirik. Digərlərsə aiddir. Hansıdır aid deyən, deyil olmayan? Aid olmayan hansıdır müəllimə? Müəllimə səsiniz getdi. Qəhrəmanlıq mübarizəsindən doğan duyğuların dinamik plastik həlli bu deyil. Yəni cavab budur. Bəli, təşəkkürlər müəllimə. Doğru cavabımız D variantıdır ki, bu onun ən çox belə deyim də o əsərinə uyğun gəlir. Hüseyn Cavid əsəri var, ona uyğun gəlir. Deməli burada şairə Natəvan obrazı bir neçə dəfə müraciət edib bu obraza. Tuncdan yaradılıb, harmoniyası və incə zövq ifadə edən bir heykəldir və zəngin geyinmiş sadəcən qadının ampir üslubda, krestoda təsviridir. Yəni sual soruşula bilər ki, hətta Ömər Eldarovun Natəvan əsəri hansı üslubdadır? Ampir üslubda. Yəni konkret olaraq verilib. Gəlirik bura. Və 44-cü sual deyir ki, şagird Afina məktəbi və Qiyamət günü əsərləri arasında həm oxşarlıq, həm də fərq mövcuddur deyir. Şagird deyir ki, bu Afina məktəbi ilə Qiyamət günü əsəri arasında həm oxşarlıq var, həm də fərq mövcuddur. Müəllim şagirddən bu fikri əsaslandırmaq istəyir. Yəni boş bir fikir demədə, boş fikir və əsaslandır. Şagird bunu hansı cavabla əsaslandırsa doğru etmiş olar. Cavab nə olacaq? Kim izah eləyəcək bunu? Zəhmət olmasa baxaq görək kim, hansı müəllimlər bunu izah etmək istəyir. Çiçək müəllimə cavab versin. Bu variant hər ikisində freskadır, bəli doğrudur. Biri Apostol sarayında yerləşir, digər Sixtin kapellasında. B variant. Bəli, burada B variantıdır. Deməli, burada deyir hər ikisi
Onistat kilsəsindədir. Bu səsi bağlayın, zəhmət olmasa müəllimə. Deməli, deyir, hər ikisi Onistat kilsəsindədir və fərqli, müəllifləri fərqlidir. Bu, bir dənə sual verim. Hansı əsər idi ki, bu? Onistat kilsəsində olan hansı əsər idi? Kim cavab verəcək buna? Fatimə müəllimə cavab versin. Hansı əsər idi? Burada saxlanan əsər. Fatimə müəllimə. Müəllimə, əlim işarətdə qalıbdır, ancaq... Bu əsər 8-ci sinifdə. Kişi əsər idi, adı yadımdan çıxdı. Müəllimə, kişi əsər idi. Müqəddəs Avqustin. Deməli, doğru variantımız bizim hələ bu əsərdir ki, burada məsələn biri, yəni Afina məktəbi Apostol sarayındadır, digər isə Skistin katedrasında. Belə. Sonra gəlirik müəllim şagirdlərə. Buna bənzər bir dənə də sual var idi, başqa yerdə qoymuşdum, başqa formada. Deməli, müəllim şagirdlərə Azadlı barikadaları Menina və Kral 4-cü Karlın ailəsi əsərinin ortaq cəhəti nədir deyə sualım var. Şagirdlər suala hansı cavabı verilsələr, doğru etmiş sayılmazlar. Doğru etmiş sayılmayan biri götürürük. Bunu kim deyəcək bizə? Kim izah eləyəcək? Günlara müəllimə cavab versin. Aysel müəllimə cavab versin. Aysel, Aska. Aysel müəllimə. Səs yoxdur, nə oldu sizə? Heç kimdən səs yoxdur. Müəllimə, mən deyim. Müəllimə, açmışdım səsi, prosto bağlanıb. Mən deyim. Bir də sualı ekrana qoyum. Müəllim, mən deyim deməsin, xahiş edirəm. Azadlıq barikadaları Menina və Kral 4-cü Karlın ailəsi əsərinin ortaq cəhətləri nədir deyə sual ünvanlayır. Doğru etmiş sayılmazlar. Əsərlərin hər birini eyni. Mənim hər birini eyni rəssam təsvir etməyib bunların. Burada cavab C variantıdır. Deməli, əgər bu sualı cavabı versələr, doğru etmiş olmayacaqlar. Amma hər bir əsərdə avtoportretini çəkib, hər biri rəngkarlıq növündədir və eyni texnik və hər biri eyni dövrdə və eyni tarixi şəraitdə yaradılmışdır. Biri Valeskasının, Menina Valeskasının əsəridir. 4-cü Karlın ailəsi Goyanın əsəridir. Bir də Azadlıq barikadaları da Davidin əsəridir. Bəli. Burada bir dəqiqə. Düzdür. Azadlıq barikadaları. David deyil, müəllimə. Enger'dir. O Enger'in var müəllim. Kim Enger'in? Hansı Enger'in əsəridir? Başa düşmədim. Azadlıq barikadaları. Azadlıq barikadaları əsəri Fransız Goyan. Ejen Delacroix'un əsəridir Azadlıq barikadaları. Menina kimin oldu? Menina Valeskasının əsəridir, Diego Valeskasındır. Karlın ailəsi də Goyanın əsəridir. Bəli, növbətiyə keçirik. Deməli, müəllim klassizmə zid olan, bağlayaq səsləri. Deməli, klassizmə zid olan 18-19 əsrdə meydana çıxmış bədii cərəyanın xüsusiyyətlərini soruşur. Şagirdlər suala hansı cavabı versə, doğru etmiş sayılmazlar. Doğru etmiş sayılmayan. Nədir burada? Güclü ehtiraslar, insan xarakterinin təsviri, antik dövrə ideal kimi müraciət, fantastik və bədii obrazlara üstünlük verilməsi. Burada hansını götürəcəyik biz, niyə görə? Sevinç Qasımov, Esmira müəllimə cavab versin. Esmira müəllimə. Müəllimə. Hansıdır burada cavab? Burada doğru cavab antik dövrə ideal kimi müraciətdir. Çünki sual romantizmə aiddir müəllimə. Romantizmdə güclü ehtiraslar, insan xarakteri təsviri, fantastik və bədii obrazların üstünlük verilməsi romantizmə aiddir. Amma C variantına isə klassizmə aiddir. Antik dövrə ideal kimi müraciət edir. C variantı. Suala bu cavabı versələr doğru etmiş olmayacaqlar. Bəli, təşəkkürlər müəllimə. 47-ci suala baxın. Müəllim impressionistlərdən fərqli olaraq yalnız görünən gerçəkliyi yaxud ötəri təəssüratı təsvir etməkdən imtina edən cərəyanın xüsusiyyətlərini soruşur. Şagirdlər hansı cavabı versələr doğru etmiş sayılmazlar. Burada cavab nə olacaq? Cavab versin Fatimə müəllimə. Fatimə müəllimə buradadır.
Fatimə müəllimə yoxdur. Hökmə müəllimə cavab versin. Müəllimə sualı bir də göstərə bilərsiniz. Aha, buyurun. Post-impressionizm cərəyanıdır. Bunların da doğru cavab yalnız ötəri təəssüratları təsvir etməkdir. Ötəri təəssüratları təsvir edənlər isə impressionistlər idi. Əla. Təşəkkürlər müəllimə. Gəlirik sona doğru. Yəqin ki, siz də yorulmusunuz. Salvador Dali'nin əsəri olan surrealistik otaqda gözlər necə təsvir edilib? Qısa və konkret. Gözlər necə təsvir edilib? Kim cavab verəcək? Nuranə müəllimə cavab versin. Nuranə müəllimə cavab versin. Müəllimə, burada şəkil kimi yaradılmışdır. Bəli, müəllimə, şəkil kimi yaradılmışdır. Bir variantı. Bəli. Deməli, gəlirik, bunu da keçmişik, keçən dərs keçmişdik burada. Deməli, Matisse və Picasso'nun ortaq cəhəti nə idi? Sual verirəm. Matisse və buradan hansını seçəcəyik biz? Ayrıca Matisse və Picasso'nun ortaq cəhətin. Kim cavab verəcək, görək? Sevinç Musayeva müəllimə. Sonra mən kimlər çalışıram ki, ən azı bir dəfə də söz verim həmin müəllimə. Gəlməliyim, ekrana gətir. Yəni, burada C variantı rəngkarlıq və heykəltaraşlıq əsərində dekmoş və arxaik plastikaya xas motivlərdən istifadədir. Yox, müəllimə, mən özümdən... Yox, o deyil. Cavab o deyil. C variantı deyil. Mən yaxşı oxuya bilmədim. Sonra burada Yeganə Abdullayeva müəllimə cavab versin. Müəllimə, mən elə gəlir burada mən bunu səhv yazmışdım elə bil, amma A bəndini götürmüşəm. A variantıdır, bəli, burada. Çünki bu hansı mövzudadır bu? Müəllimlər deyə bilər hansı mövzuda olduğu. Bu sualın cavabı hansı mövzudadır? Neçənci sinifdə hansı mövzudur? 9-cu sinifdə olmalı. Bəli, 9-cu sinifdir. Amma Matisse 8-ci sinifdədir. Picasso 9-da. Picasso 9-da. Bəli, bu sual hansı dərsdədir? Nə vaxt keçmişik bunu? Hansı dərs? Müəllimə, Alberto Giacometti'də deyil. Bəli, Alberto Giacometti'də ki, hansı ki, onun maraq dairəsində olan Afrika incəsənəti vardı, arxaik plastikaya incəsənəti vardı ki, onun maraq dairəsində maraqlanırdı və həmin deyir bu motivləri Matisse və Picasso da öz əsərlərində tətbiq edilmişdir. Yəni, ortaq cəhdi də budur. Bu sual düşə bilər, ehtimal var. Deməli, doğru cavabımız A variantı. Səslər bağlayırıq və axırıncı sual və bununla yekunlaşdırırıq. Səslər bağlayın zəhmət olmasa. Kimin səsi açıq qalıb? Deməli, konstruktivizm üslubunda ictimai və yaşayış binasının eskizini çəkərkən hansı xüsusiyyətlər üstünlük verilməlidir? Bu da inşallah indi növbəti dərsimizi keçəcəyik. Mən sizə bir video göndərəcəm, sonra orada olacaq. Həmin o dərsdədir. Bunu kim izah eləyəcək? Bu da həmin o dərsdən bir sualdır. Kim deyəcək bunu? Bizə baxaq. Kim məlumat vermək istəyir bunun barədə? Heç kim? Yəni, görək. Pərvanə müəllimə desin. Deməli, müəllimə, burada mən bir variantları izah edəcəm. Sütunlar üzərində dayanan iri şüşəli və düz səthli tikiliyə binanın həm qarşıdan, həm də yandan görünüşü bu aiddir. İkinci, sütunlardan asılı olmayan iri şüşəsiz və relief səthli tikiliyə binanın yalnız qarşıdan görünüşünə bu da aiddir. Deyil, müəllimə. Deyil, üzr istəyirəm, bəli. Sütunlar üzərində dayanmayan xırda pəncərəli və bəzəkli səth bu da deyil. Yəni, variant birinci idi də tapdığımız, axırıncı da deyil. A variantı, deməli, Mikaelisin mövzusunda sütunlar üzərində dayanan iri şüşəli və düz səthli tikiliyə binanın həm qarşıdan, həm də yandan görünməsinə üstünlük verilir burada. Bu cür çəkilir. Təşəkkürlər müəllimə. Biz yekunlaşdırıb baxaq görə bizim imtihanda nə qədər bal topladıq? O, 50 bal topladıq. Bəli, biz ixtisasdan 50 düz bal deməli yığmışıq. Hamısı düzdür variantları. Deməli, bu bizim tez müzakirəmiz.
müəllimlər. Mən sizə baxın, yekunlaşdırırıq. Hətta demək olar ki, 2 saata qədər gələcək növbəti dərslərimizdə. Həftədə 3 dəfə olur bilirsiniz. Həftənin 2 gününü biz inşallah da bitirəndən sonra, proqramı bitirəndən sonra. Həftədə 3 dəfə olduğuna görə mən sizə 2-3 dərs göndərəcəm. Amma istəyirəm hələ ki bir dənə dərs göndərim, yeni dərsi bir dənə göndərim. Çünki növbəti gün inşallah biz ikinci gün ümumi sual-cavab olsun xarici rəssamlardan. Sonra mən sizə 3 verəcəm dərslər ki, axıra qədər bitirə bilək. Yəni martın axırına qədər. Çünki evdəsiz, dərsdə yoxdur, polunu öyrənə bilərsiniz. Yəni biz bu ay inşallah proqramı bitirməliyik. Daha sonra proqramı bitirəndən sonra daha maraqlı olacaq. Bu cür testlər hər həftə işlənəcək. Onların müzakirəsi olacaq və test üzərindən düşünürəm ki, çox şey öyrənirsiniz. Yəni burada Bəli, müəllimə, çox təşəkkür edirəm. Mən bildim ki, mən nədən səhv edirəm. Bəli, səhvləri burada da görürəm. Oxumuram. Elə yazıram ki, elə Allah üzəri götürürəm. Aid deyilin yox. Mən səhvim oradadır. Sizdən soruşdum zaten. Nədəndir? Deyirsiniz müəllimə, işləyəndə də bilirəm ki, ayda çox rahatdır suallar. Sonra görürəm ki, hamısı səhv. Çünki sizə rahat gəlir ki, hə, bunları bilirəm, amma... Bilirəm. Əzbər bilirəm deyəni elə götürür də gedirəm ki, budur. Axırda da baxmıram ki, aid deyil sözünə. Bəli. Deməli, inşallah hər kəs özünün harda zəifliyi varsa bilirsə, onu təmin etməsi normaldır. Yəni, düzəldə bilər. Amma özünün harda zəifliyi olduğunu bilməyən şəxs onu düzəldə bilməyəcək. Ona görə biz test üzərindən mütləqdir biz müzakirə eləyək. İnşallah, dediyim kimi, həftənin bir günü test müzakirəsi olacaq, amma proqram bitəndən sonra bir dənə bitirək, sonra inşallah aprel ayından belə olacaq. Əlavə kimi sual olsa mənə yazsın, bir dənə dərs göndərəcəm sizə inşallah, sonra yenidən təkrar olacaq. Oldu, inşallah gecəniz xeyrə qalsın. Çox sağ olun, təşəkkürlər tələsməyə və çox sağ olun, çox maraqlı dərs oldu. Maraqlı oldusa, mənə də maraqlıdır, həqiqətən sizə maraqlı olanda mənə də olur. Oldu inşallah, təşəkkürlər. Sağ olun. Çox sağ olun. Sağ olun.